Herkese salam. Bugün ehtimal mövzusunun 150'dən sonraki suallarını izah edəcəyik. Çünki bundan əvvəlki video izahlarımızda 150'ye qədər sualları izah etmişdik. Bugün isə 151'dən izah etməyə başlayacağıq. 151-ci sual. Heç biri bir-birinə paralel olmayan 7 fərqli düz xəttin ən çoxu neçə kəsmə nöqtəsi ola bilər? Bu tip məsələlər kombinizonla tapılır. Çoxları məsələlərdə kombinizonla permutasiyanı qarışdırır. Yəni bilmir məsələni kombinizonla tapsın, yoxsa permutasiya ilə. Bunu burada mən izahını indi verəcəm. Kombinizon n sayda elementdən k sayda alt çoxluqlar yaratmaqdır. Yəni n-dən k-ya üstündə belə idi. N faktorial bölünsün n minus k faktorial vurulsun k faktorial. Məsələn, tutaq ki, hər hansı bir AB alt çoxluğudur da. Kombinizonda əgər bu AB-ni götürdümsə, BA-nı götürmürdüm. Çünki eyni mənanı verir. Permutasiya isə n sayda elementdən k sayda nizamlı alt çoxluqlar yaratmaq deməkdir. Yəni tərifdən siz məsələni dərk eləməlisiniz. Yenə təkrarlayayım. Kombinizonda n sayda elementdən k sayda alt çoxluqlar yaradırsan. Permutasiyada isə n sayda elementdən k sayda nizamlı alt çoxluqlar yaradırsan. Nizamlı deyəndə yəni yeri dəyişir. Permutasiya sözünün mənası yer dəyişmədir, kombinizon birləşmədir. Ona görə AB götürdümsə BA götürmürəm, ehtiyac olmur. Permutasiyada isə AB götürdümsə hər hansı bir alt çoxluqda biz bunu BA-sını da götürürük. Çünki element sıra nömrəsinə görə dəyişir. Permutasiya sözünün dediyim kimi mənası yer dəyişmədir. İndi biz burada niyə kombinizondan istifadə elədik? Mən bunun tərifini qeyd elədim. Tutaq ki, A düz xətdir, bu da B düz xətdir. İki dənə fərqli düz xətdir. Bunların bir nöqtədə kəsişməsi var da. Biz bunu oxuyanda deyirik ki, A ilə B düz xəttinin kəsişməsi. A və B düz xətləri kəsişirsə, AB düz xətti tutaq ki, element kimi qeyd eləyək də. BA düz xətti də deyə bilərik də. Yəni A düz xətti ilə B düz xəttinin kəsməsi və ya B düz xəttinin A düz xəttinin kəsməsi eyni mənanı verir. Yəni element sıra nömrəsinə görə fərqlənmir. Yəni eyni mənanı verir. Ona görə biz kombinizondan bu məsələdə istifadə edirik. Yəni bu tip məsələlərdə kombinizondan istifadə edirik. İndi 7 fərqli düz xətt dediyi üçün burada n-in yerinə biz 7 yazacağıq. K-nın da yerinə 2. Nəyə görə? 7 elementdən 2 elementli alt çoxluqlar çıxartmaq kimi başa düşün bunu. Burada da deyir ki, ən çoxu neçə kəsişmə nöqtəsi? Baxın, iki düz xəttin paralel deyil də. Görürsünüz, müstəvidə iki düz xətt paralel deyilsə, deməli bunlar kəsişməlidir. İki düz xəttin ən çoxu bir ortaq nöqtəsi var da. Yəni ən çoxu bir kəsişmə nöqtəsi var. İndi burada növbəti üçüncü düz xətt bunların kəsişmə nöqtəsindən keçməyəcək. Çünki ən çoxu deyir. Növbəti üçüncü düz xətt bunların hər ikisini kəsəcək. Tutaq ki, bu C düz xəttidir. Burada kəsdi. Çünki ən çoxu deyil, axır kəsmə nöqtəsi olsun. Yəni kəsmə nöqtələrin sayı çox olmalıdır. Az olsaydı hamısı bax buradan keçəcəkdi düz xəttlər. Sonra növbəti dördüncü düz xətt tutaq ki, C düz xətdir, D düz xətdir. Bunların üçünü də kəsəcək. Tutaq ki, bu D düz xəttidir. A-nı burada kəsdi, C-ni burada kəsdi, B-ni burada kəsdi. Növbəti 5-ci düz xətt bunların 4-ünü də kəsəcək. Növbəti 6-cı düz xətt bunların 5-ini də kəsəcək. Növbəti 7-ci düz xətt bunların 6-sını da kəsəcək. Mən onları göstərmirəm. Yəqin ki, başa düşərsiniz. Mən necə lazımdır izahım verdim. İndi burada kombinizon 7-dən 2-ni hesablayacaq. 7 faktorial bölünsün. 7 çıxılsın 2 faktorial vurulsun 2 faktorial. Faktorialdır. Bərabərdir. 7-dən 2 çıxdım 5 faktorial. 2 faktorialımız elə 2-dir. Bu 7 faktorial yazıram. 5 faktorial vur 6 vur 7. Bunlar ixtisar gedir. 6 7 42 2-yə də böləndə 21. Deməli cavab oldu 21. Desək 152-yə. Deməli belə rəqəmlər verilibdir. Deyir 7 rəqəmli rəqəmlərinin yerini dəyişməklə 6 rəqəmi ilə başlayan neçə müxtəlif 7 rəqəmli ədəd yazmaq olar. Məsələn, tutaq ki, 7 rəqəmli ədəd bir dənə, burada nümunə kimi göstərim. 7 rəqəmli ədəddir. 6 rəqəmi ilə başlayacaq. Bir dənə burada 6 var da. Tutaq ki, baxın, 7 rəqəmli ədədin birinci rəqəmi 6 ilə başladı. Yəni, birinci rəqəmi bir üsulla seçildi. 6 rəqəmi ilə başlayıb neçə müxtəlif yəni ki,
elementi fərqlənməlidir. Burada təkrarlanan elementlər var. Bax, 5 2 dənə təkrarlanıb, 7 3 dənə təkrarlanıb. Bu təkrarsız, təkrarlı permutasiyalardır. 6 rəqəmi ilə başlayıb neçə müxtəlif 7 rəqəmli ədəd yazmaq olar? Biz də dedik ki, n sayda element cərgəyə n faktorialla yer dəyişməkdir. Yəni permutasiya n-dən ilə n faktorial. İndi burada dediyimiz kimi 6 rəqəmin buradan çıxandan sonra 1, 2, 3, 4, 5, 6 dənə burada rəqəm qaldı. Bax, bunlar 6 faktorialla yer dəyişmə edib düzüləcək. Və burada 2 dənə, 5, 3 dənə 7 təkrarlandığı üçün 2 faktorial böl 3 faktoriala böləcəyik. Çünki bu təkrarlı permutasiyalardır. Bu 1-ə ehtiyac yoxdur. 1 olsa da bu kəsrə vuranda bu kəsrin özü eləyəcək. 6 faktorialımız neçə idi? Ya da belə yazaq da 3 faktorial vur, 4 vur, 5 vur, 6. 2 faktorialımız 2-dir. 3 faktorialımızda olduğu kimi yazıram. İxtisar getdi. 4'ü də 2-yə buradan böldüm. 2 elədi. 2-ni 5-ə vurdum. 10. 10'u da 6'ya vurdum. Neçə oldu? 60. Deməli 152-ci sualın cavabı oldu 60. Bu imtahana düşmüşdü, buraxılış imtahanına. Səhv eləmirəmsə keçən il düşmüşdü. 153. Newton binomun açılışında binomial əmsalların cəmi 128'dir. Biz dedik ki, binomial əmsalların cəmi 2n-ə bərabərdir. Qaydanı bilən, yəni düsturu bilən başa düşəcək. 128'ə bərabərdir. Bunu da yazırıq 2n bərabərdir. 128 2'si 7'dir. Onda n də 7'yə bərabər. Çünki əsaslar bərabərdir. N-i tapdıq. Bura qədər məsələni həll elədik. Yəni sualı həll elədik. Bu açılışda 4-cü həddin əmsalı. Üstümüz də belə idi. N-dən k-ya a üstü n minus k, b üstü k. Baxın a, bu da b, bu da n-dir. İndi burada n-i biz 7 tapdıq. Olacaq 7'dən k-ya. Burada 4-cü həddin əmsalıdır. Üstümüz də dediyimiz kimi tek k plus 1-ci hədd. Yəni buna deyirlər k plus 1-ci hədd. K plus 1'i 4'ə bərabər edirik. Buradan k-nı tapırıq 3. Həmişə neçənci hədd edirsə bir hədd əvvələ gedin. Nəyə görə? Çünki kombinizonun açılışında kombinizon a üstü b. Yəni a plus b-nin üstü n. Kombinizon n-dən 0'a başlayır. Sonra n-dən 1'ə başlayır. Yəni binomial əmsallar. Sonra n-dən 2'yə. Sonra n-dən 3'ə və sair n-dən n-ə. Mən burada binomial əmsalları yazdım. Yəni n sayda burada element varsa, hədlərin sayı n plus 1 sayda olur. Ona görə də burada 7'dirsə, siz elə bilməyin burada 7 dənə hədd var, 8 dənə hədd var. Çünki 0-cı həddi də sayırıq. Bax 1-dən 7'yə qədər 7 dənə hədd olsun. Bu da 0-cı həddən başlayanda bu da bir hədd olur. Olur 8 dənə hədd. Ona görə burada çoxları çaşır. Burada dediyim kimi 4-cü hədd deyəndə k-nı 4 götürür. Xeyr, bir dənə əvvələ. Yəni 4 deyəndə 1 çıxın 3 götürün k-yı. Bax belə. Məsələn 5 desə 1 çıxın k-nı 4 götürün. Yəni bir dənə hədd əvvələ getmək lazımdır. Yəni çıxmaq lazımdır. K-nı tapdım 3. İndi bu düsturumuz bu olacaq. 7'dən 3'ə. A da burada baxın budur. Bu da B-dir də. A-nın üstü n çıx k. Yəni 7'dən 3 çıxacam 4. B-nin üstü 3. Bizdən də soruşur. Bu açılışın 4-cü həddin əmsalı. Bu 4-cü həddir. Bu da onun əmsalıdır. Yəni kombinizon 7'dən 3'ü hesablamaq lazımdır. 7 faktorial bölünsün. 7 çıx 3 faktorial. Elə bunu birbaşa yazıram. 4 faktorial vur 3 faktorial. Buradan bu 7 faktorialı mən yazıram. 3 faktorialımız da 6'dır da. 7 faktorialı yazıram. 4 faktorial vur 5 vur 6 vur 7. 3 faktorial da 6'dır. Bunlar ixtisar getdi. Bunlar ixtisar getdi. Nə qaldı? 5 7 35. Bərabərdir. Deməli cavab oldu 35. 153'də. 154. Bu tip məsələlər də kombinizonla tapılır. Deməli burada D1 düz xəttində 1, 2, 3, 4 dənə nöqtə var. Kombinizon 4'dən 2'yə seçəcəyik. Nəyə görə 2 seçdim? 3 bucaq demir. Burada 3 bucaqların sayı. Tutaq ki 3 bucaq 3 nöqtəni birləşdirildi. A, B, C.
Yəni buna deyirlər heç bir üçü bir düz xətt üzərində olmayan. Məsələn, ikisi buradan bir düz xəttdən keçsə bu kənarda qalır və ya ikisi buradan keçsə bu kənarda qalır və ya ikisi bu düz xəttdən keçsə bu kənarda qalır. Ona görə deyirlər heç bir üçü bir düz xətt üzərində yerləşməyən üç nöqtədən ibarət olan və bu nöqtələri də cüt-cüt birləşdirən həndəsi fiqura dedik ki, yəni parçalardan ibarətdə həndəsi fiqura üçbucaq deyilir. Tutaq ki, baxın 1, 2. Üçbucağın iki təpəsini burada götürdüm. A ilə B. Bir təpəsində burada. Bir dənə üçbucaq quraq buradan. Bax belə. Ona görə burada 4 dənə nöqtədirsə, 2 nöqtə seçirəmsə, buna deyirlər kombinizon 4-dən 2-yə vurulsun. Üçbucağın iki təpəsini bu düz xəttdən götürdümsə, yəni D1 düz xəttin. Qalan o bir təpəsin, 3 dənə təpə olur axı. Burada D2 düz xəttindən götürəcəm. D2 düz xəttinin üzərindəki nöqtələri sayaq. 1, 2, 3, 4, 5 dənə. Bu olacaq kombinizon 5-dən 1-ə. Plus. İndi yerləri dəyişim. Bayaq ikisini buradan götürmüşdüm, birini buradan. İndi ikisini buradan götürürəm. Birini buradan. Nümunə kimi birini istifadə edirəm ki, biləsiniz. Bunda olacaq 4-dən 1-ə. Çünki 4 nöqtədən birini seçdim. Olacaq kombinizon 4-dən 1-ə. Burada üzrə ikisini seçdim. Yəni 5 nöqtədən ikisini. Bu da olur kombinizon 5-dən 2-yə. Bunları hesablamaq lazımdır. Bərabərdir. Kombinizon 4-dən 2-yə 4 faktorial bölünsün. Çıxanda 2 faktorial vur, elə 2 faktorial olur. 5-dən 1-ə 5 deməkdir. Yəni düsturumuz var. Kombinizon n-dən 1-ə n deməkdir. Düsturları bilirsiniz, başa düşəcəksiniz. Yəni burada düsturları mütləq bilməlisiniz. Plus 4-dən 1-ə də elə 4 deməkdir. Bu 4-dən 1 seçmişdimsə 5-dən 2 idi. Bunu hesablayaq. 5 faktorial bölünsün. 5-dən 2 çıxdım. 3 faktorial vur, 2 faktorial. Bərabərdir. 4 faktorialımızı elə birbaşa yazaq. 24. 2 faktorial 2'dir. Bu da 2'dir. 2'ni 2'ye vurdum 4. Vur 5 plus 4. Bu 5 faktorialı mən yazıram. 3 faktorial vurulsun. 3 faktorial vur 4 vur 5. Bunlar iksar getdi. 2 faktorialımız 2'dir. 4'ü 5'e vurdum 20. 20'ni de 2'ye böləndə 10. Bunu da vurdum 10'a. 24'ü 4'e böləndə 6. 6'nı 5'e vurdum. 30. 4'ü de 10'a vurdum. Neçələrdir? 40. 30'dan da 40'ı topladım. 70. Cavab oldu 70. 154'te. 155-ci sual. Deməli, burada 8 dənə rəqəm verib. Çoxluq elementlərindən istifadə etməklə 4000-dən böyük. 4000-dən böyük deyirsən, biz burada 1-i, 2-ni, 3-ü götürə bilmərik. 4 və 4-dən sonrakılarını götürəcək. 4000-dən böyük 5-ə bölünən. 5-ə bölünən dediyi üçün biz dedik ədədin sonu 5 və ya 0 ilə bitməlidir ki, 5-ə bölünsün. Burada 0 iştirak eləmir. Onda 5 rəqəmini götürəcək sonuna. Deməli 5-ə bölünən neçə 4 rəqəmli ədəd yazmalı. Tutaq ki, 4 rəqəmli ədəd baxın belə olsun. Belə də götürə bilərəm. A, B, C, D üstü xətt. Yəni belə də götürərəm, belə də götürərəm. Fərqi yoxdur. Bəzi məsələlərdə belə götürmüşəm, bəzilərdə belə. 4 rəqəmli ədəd yaradacaqsan. Bunun 4000-dən böyük olmalıdır. Bunda birinci rəqəm 4 ola bilər, 5 ola bilər, 6 ola bilər, 7 ola bilər, 8 ola bilər. Deməli, birinci rəqəmimiz, yəni A, B, C, D 4 rəqəmli ədəddir. Birinci rəqəmimiz 5 sulla seçilə bilər. Yox, 5-i götürə bilmirik. Nəyə görə? 5-i götürə bilmirik. Çünki burada 5-ə bölünən deyir. Və 5-i burada götürsəm, burada soruşur ki, rəqəmlər təkrarlana bilər. Hə, 5-i götürə bilərəm. Rəqəmlər təkrarlanmasaydı, onda mən 5-i burada götürürsəm, burada götürə bilməzdim. Deməli, bu 5 sulla seçildi. 5 vurulsun. 5-ə bölünən üçün sonu da 5 ilə bitməlidir. Bu 1 sulla. Yəni, 4 rəqəmli ədədin 4-cü rəqəmi 1 sulla seçiləcək. Burada B, yəni ikinci rəqəm. İkinci rəqəm bunların hamısından seçə bilərik. Yəni, hər biri ola bilər. Hamısından yox, yəni hər biri ola bilər. Çünki yazıb təkrarlana bilər. Bunda bura 1 də ola bilər, 2 də olar, 3 də ola bilər, 4 də, 5 də, 6 da, 7 də. 8 də ola bilər. Eynilə baxın 3-cü rəqəmdə. Yenə 1, 2, 3, 4, 5, 6, 7, 8. Çünki burada təkrarlana bilər yazıb. 8, bu da 8. Deməli, birinci rəqəm 4000-dən böyük olduğu üçün 4, 5, 6, 7, 8 rəqəmləri ola bilər.
5 üsulla. Bu ikinci rəqəm 8 üsulla. Üçüncü rəqəm də 8 üsulla. Və son, yəni dördüncü rəqəm ancaq bir dənə 5 ola bilər. Yəni 1 üsulla. Bunu da hesablamaq lazımdır. 5-i 8-ə vurdum, 40, 40-da 8-ə vurdum, 320. Cavab oldu 320. Həmin sualın oxşarıdır. 5000-dən böyük dediyi üçün biz artıq 1-i götürə bilmərik, 3-ü götürə bilmərik, 4-ü götürə bilmərik, 0-ı götürə bilmərik. 9-dan 8. Görə nədir? 5-ə bölünən neçə 5 rəqəmli ədəd? Tutaq ki, 5 rəqəmli ədəd yazaq. A, B, C, D, Y üstü xət. 5 rəqəmli ədəddir. 5000-dən böyük dediyi üçün birinci rəqəmimiz 9 da ola bilər, 8 də ola bilər. Deməli, birinci rəqəmimiz 2 üsulla seçildi. Və burada 5-ə bölünən deyirsə, dediyimiz kimi 5-ə bölünməsi sonu 0 və 5 ilə bitməlidir. Burada indi 5 rəqəmi iştirak eləməyib. O biri məsələdə 5 idi. Burada 0 rəqəmi iştirak eləyib. Deməli, bu 0-ı son rəqəmə yazacaq, 5-ci rəqəmə. Deməli, bu 5-ci rəqəm 1 üsulla seçiləcək. İndi burada bir rəqəmlər təkrarlana bilər. Deməli, burada ikinci, üçüncü, dördüncü rəqəmlər bunların hər biri ola bilər. 1 də ola bilər, 3 də ola bilər, 4 də ola bilər, 0 da ola bilər, 9 da ola bilər, 8 də ola bilər. Eyninlə bu da 1, 3, 4, 0, 9, 8. Bu da 1, 3, 4, 0, 9, 8. Yəni bu ikinci, üçüncü, dördüncü rəqəmlər bu rəqəmlərin hamısı ola bilər. 1, 3, 4, 0, 9, 8. Buradan yazaq. Deməli, birinci rəqəmimiz neçə üsulla seçildi? 2 üsulla. 9-dan 8 ola bilər. İkinci rəqəmimiz 1, 2, 3, 4, 5, 6. 6 üsulla. Üçüncü rəqəmimiz də 6 üsulla. Dördüncü rəqəmimiz də 6 üsulla. Beşinci rəqəmimiz 1 üsulla. 6, 6, 6. Bir-birinə vuranda 216. 2-yə də vuranda 2-yə vuranda 400. Da 1-ə vurmağa ehtiyac yoxdur. Olacaq 432. 156-cı sualın cavabı. 157. Bayaqki sualdandır. Deməli, təpələri verilən nöqtələrdə olan neçə qabarıq dördbucaqlı çəkmə olar? Dördbucaqlının 4 dənə təpəsi var da. Məsələn, ixtiyari dördbucaqlıdır. A, B, C, D. Bunları birləşdirəndə olur dördbucaqlı. Burada da 2 dənə düz xətt var. Dördbucaqlının 2 təpəsini bu düz xəttdən seçdimsə, qalan 2 təpəsini də bu düz xəttdən seçəcəm. Burada da sayıram. 1, 2, 3, 4, 5, 6. Deməli, 6 düz xəttdən ikisini seçdim. Bu komizon 6-dan 2-yə deməkdir. 6-dan 2-yə. Vur. Buradan da 4 dənədən ikisini seçdim. Bu da komizon 4-dən 2-yə deməkdir. Üçbucaqlar kimi bunun yerini dəyişənmərəm. Tutaq ki, fərqi yoxdur. Ya buradan ikisini seçdim, buradan da yenə ikisini seçməliyim. O üçbucaqlardaydı. Buradan ikisini seçəndə buradan birini və ya buradan ikisini seçəndə buradan birini belə. Dördbucaqlı deyəndə buradan ikisini seçdimsə, buradan da ikisini seçirəm. 6-dan 2-yə vurulsun 4-dən 2-yə. Vəssalam. 6-dan 2-yə, yəni 6 faktorial bölünsün. 6-dan 2 çıxdım. 4 faktorial vur 2 faktorial. 4-dən 2-yə də 4 faktorial. Məxrəcdə də 2 faktorial vur 2 faktorial. 6 faktorialımız nə idi? 4 faktorial vur 5 vur 6 idi. Bu 4 faktorial olduğu kimi yazıram. İxtisar gedəcək. 2 faktorialımız da 2-dir. Vurulsun. 2 faktorial 2-dir. Bu da 2-dir. 2-ni 2-yə vuranda neçə olur? Yəni bu 2 2-dir də. 4 olur. 4 faktorial 24-dür. 24 böl 4. Burada da bu 6-nı 2-yə aparıram. İxtisar 3. 3-ü 5-ə vururam 15. 24-ü 4-ə böldüm 6. 6-nı da 15-ə vuranda neçə edir? 90. 157 cavab oldu 90. Bunda 1, 2, 3, 4, 4 dənədir. Komizon 4-dən 2-yə, yəni dördbucaqlının, dördbucaqlı deyir də, 2 təpəsini buradan seçdim, vur. Burada da 5 dənə nöqtədir. Tutaq ki, ikisini də buradan seçdim. Birləşdirəndə bir dənə dördbucaqlı yaranır da. Nümunə kimi göstərdim. Bu olacaq 5-dən 2-yə. Bunu da özünüz yəni yazarsınız. Düsturu bilsəniz, başa düşsəniz yazacaqsınız. Yəni burada düsturları mütləq bilməlisiniz. Müəyyən sayda şagird olan sinifdə 2 növbətçi 105 üsulla seçmək olar. Sinifdə 12 qız olarsa neçə oğlan var? Növbətçi məsələlərdə komizon n-dən 2 düsturu ilə tapılır.
Yenə dediyim kimi, məsələn, növbətçi seçirik də. Tutaq ki, 10 nəfərin içindən növbətçi seçirəm. Birin 50 seçirəm, birin Günel seçirəm. Düzdür. Burada Günel ilə 50-nin yerini dəyişdirmənin heç bir mənası yoxdur. Yəni, iki çoxluq A, B deyir burada. Məsələn, bu A, bu B-dir. Bunun yerini dəyişəndə B, A mənası olmurdu. Biz dedik ki, kombinizonda bunu götürmürük. 50 ilə Günel oldu, Günel ilə 50 oldu. Fərq yoxdur, eyni mənadır. Amma permütasiyada AB ilə BA-nın yerini dəyişirdi. O, kapitan köməkçi, sədr mavin məsələlərində permütasiya olur. Bir də vektor. Qalan məsələlər kombinizonla tapılır. Ona görə biz bunu götürə bilmirik. Yəni, mənasızdır. Ona görə bu tip məsələlər kombinizonla tapılır. N-dən 2-yə 2 dənə şagirddir. Soruşur ki, neçə oğlan var? Əvvəlcə biz neçə dənə şagird var? Yəni, sinifdə qız da var, oğlan da var. Bilmirəm. Sayı N götürdüm. Sinifin sayı N. N-dən 2-yə 105-ə bərabərdir. Kombinizon N-dən 2-nin üstünü yazaq. N faktorial. N-dən çıxırdım. 2 faktorial vururdum. 2 faktorial bərabərdir 105. N faktorial N-2-dən 2 vahid böyükdür. Bunu yazırdım. N vurulsun N-1 vurulsun N-2. Yəni 1 vahid azalda gedirik əvvələ. Bu da N-2 idi faktorial. 2 faktorialımız da 2-dir. Bunlar x-ları getdi. Qaldı n vurulsun, vurumun yerini dəyişirəm, o da eyni şeydir. Böl 2 bərabərdir 105. Burada çarpaz vuranda n vurulsun n-1 bərabərdir 210. Bunu kvadrat tənliyi ilə y terminə kökləri tapa bilərsiniz. Amma mən burada tənliyi həll eləmirəm. Yəni bu 15-dir, bu da 14-dür də, bir azaldanda. 15-i 14-ə vuranda 210 olur. Deməli biz sinifin sayına n nəzərdə tutmuşduq. N-i tapdıq neçə? 15. Deməli sinifdə 15 dənə şagird var. Bunun 12-si qızdır. Bunda 15-dən 12-ni çıxıram. Oğlanın sayı da neçə olur? 3 dənə. Cavab oldu 3. Burada da həmin şeydir. Kombinizon n-dən 2-yə bərabərdir 120. Burada düsturu yazmışdım. Kombinizon n-dən 2-ni siz əzbərcə bilməlisiniz. N vur n-1 bölünsün. Burada yazmışam. N vur n-1 böl 2. Mən təkrar yazmıram o düsturu. N vurulsun n-1 bölünsün 2. Bərabərdir. Neçədir bu? 210. Yox. Neçə verib? 120 usul. 120 verib. 120 yazıldı bura. 120. Burada da n vurulsun n-1 bərabərdir. 240. Elə ədədlər seçməli ki, bir vahid azaldanda vuranda bu 240 versin. Tutaq ki, bunu 20 seçsəm, bu 19 olar. 2-ni 19-a yox, çox verir. 15, 16. 15 ilə 16-nı vuraq buradan. Kvadrat tənliyi ilə də yaza bilərsiniz. N kvadrat çıxılsın, N kvadrat çıxılsın, N çıxılsın 240 bərabərdir 0. Diskremant bərabərdir 1 plus 4-ü 240-a vurdum. Neçə elədi? 960. Bu da elədi 961. 961-dən 31 kök çıxır. Burada tənliyin bir dənə kökü kənar kök olur. Çünki şərti ödəmir. Mənfi ədəd çıxır. Bizə natural ədəd tapmalıdır. Çünki söhbət saydan gedir. 1 plus 31 böl 2. 31 ilə 32 böl 2. 16. Dedim də bayaqlar. Biri 16-dır, biri də 15-dir. Çünki 16-nı 15-ə vuranda 240 verir. Bizdən də sinifin sayını soruşurdu. Biz n dedik. Yox. Oğlanı soruşur. Əvvəlcədən sinifin sayına n sayda dedik. Yəni n sayda şagird var. N-i tapdıq 16. 10 dənə qız var. Onun çıxdıq. 6 dənə oğlan oldu. 160-da cavab oldu 6. Növbəti sual. 2 fizika, 3 kimya, 2 riyaziyyat. Buradan yazaq. Görək nədir? Müəllimi dairəvi masa ətrafında 7 stolda eyni fənni tədris edənlər yan-yana olmaqla isə fərqli şəkildə otura bilər. Bu fizikalar olsun. Bu kimya olsun. Kimya. Bu da riyaziyyat olsun. Burada nə soruşur? Dairəvi masa ətrafında. Bir dənə azaldırdıq.
Dairəvi masa n-1 faktorialla. Düstur belə idi. Dairəvi masa ətrafında n nəfər n-1 faktorialla əyləşə bilir. Əvvəlcə bunların ikisinin yan-yana əyləşməsi. Baxın, tutaq ki, bu çevrədir, dairəvi masadır da. Bax, bu fiskadır, bu da fiskadır. Bunlar öz aralarında 2 faktorialla yer dəyişmədir. Bunlar da öz aralarında 3 nəfərdə 3 faktorialla. Bunlar da öz aralarında 2 faktorialla. Aşağıdan yazaq 2 faktorial vur 3 faktorial vur 2 faktorial. Baxın, burada da kimyalar olsun, tutaq. Kimya, kimya, kimya. Burada da riyaziyyatlar olsun. Riyaziyyat, riyaziyyat. Burada da şərtdə deyilir ki, eyni fənni tədris edənlər yan-yana olsun. Yəni, eyni fənni tədris edənlər fizika yan-yana olsun, kimyalar yan-yana olsun, riyaziyyatlar yan-yana olsun. Bunların yan-yana olması bir element kimi baxırıq. Bir element, bir element, bir element. Bu 3 dənə elə bil ki, qrupdur. Bunlar da öz aralarında 3 faktorialla yer dəyişməkdir. Deməli, 3 faktoriala da vururuq. 3 faktorialımız 6'dır, 2 faktorialımız 2'dir, 3 faktorialımız 6'dır, 2 faktorialımız da 2'dir. 6'ın 2, 12, 6'ın 2, 12. 12 vur 12. 144. 161'də. 161. sual. Bir dəqiqə, mən burada. Burada mən mexaniki səhv elədim. Üzr sayın. 3 faktoriala yox, 2 faktoriala vurmalıyam. Nəyə görə? Biz dedik ki, əvvəlcə mən burada qeyd elədim ki, n sayda element dairəvi masa ətrafında n-1 faktorialla əyləşə bilər, otura bilər yəni. Burada da baxın, bu 3-dən elementdir. Bura 3 yazanda 3-dən də 1 çıxmalıydım, o yadımdan çıxdı bayaq. 3-dən 1 çıxdım 2 faktorial. Deməli 2 faktoriala da vuracam. Bu 2, buradan yazaq. Bu 2, bu da 2, bu neçə elədir? 3 faktorial 6'dır, bu da 2. 4 vur 6, 24 vur 2, neçə elədir? 48. Cavab oldu 48. Bu da həmin sualdan da 3 tarix. Bax, bu tarixlər olsun. Tarix. Coğrafiya. Coğrafiya, bu da coğrafiya olsun. Bu da riyaziyyat. Riyaziyyat. Deməli, bunlar öz aralarında 3 dənə elementdir. 3 faktorialla yer dəyişmədir. Bunlar da, çünki bunlar müxtəlif elementlərdir. Burada müəllimdən söhbət gedirsə, hər bir müəllim, hərəsinin bir ayrı adı var. Ona görə müxtəlif element sayılır. 3 dənə müxtəlif element cərgədə 3 faktorialla yer dəyişməkdir, əyləşə bilər. Bu da 2 faktorialla, çünki bunlar hamısı dediyim kimi fərqli elementlərdir. Yəni, fərqli adam adlarıdır da bunlar. Bu da 3 faktorial. Deməli, 3 faktorial vurulsun, 2 faktorial vurulsun, 3 faktorial. Və bunların yan-yana gəlməsi, bayaq mən şəkil çəkdim, burada bir ehtiyac yoxdur. Yan-yana gəlməsi deyəndə, baxın, bunun bir say götürürük, bunu da bir say, bunu da bir say. 3 dənə elementdir. Dairəvi masa ətrafında da bunlar qrup halında bir-birinin yerlərini dəyişə bilərlər. Yəni, buna elə bir qrup kimi baxıram, buna da bir qrup, buna da bir qrup. Biz də dedik ki, n-1 faktorialla əyləşə bilər dairəvi masa ətrafında. 1, bu 1, bu da 1. Nə olacaq? Bu 3'dür da bu. 3'dən də 1 çıxdım, nə? 2 faktorial. 2 faktoriala da vurmalıyıq. Bu 2'dir, bu 6'dır, bu 2'dir, bu da 6'dır. 2, 6'nın 12, bu da 12. 12'nin də 12'ye vuran neçə edir? 144. 162. sualın cavabı. 163. 5 oğlan və 2 qız. Buraya yazaq 5 oğlan. Oğlan. Bu da 2 qız. 2 qız. Bir sırada yan-yana qoyulmuş 7 stolda qızlar sıranın əvvəlində və sonunda olmaqla neçə fərqli şəkildə yer dəyişdirəcək. Burada belə də yazacağım bunu. Çünki bütün düzülüşlərdə həmişə birində əvvəldə qız gələcək, bir də sonunda qız gələcək. Bax, bu qız, bunlar fərqli elementlər. Məsələn, bu Güneldirsə, bu da məsəl üçün Xumardır da. Yəni, bunlar fərqli elementlərdir. Bunlar da öz aralarında, yəni 2 dənə element öz aralarında 2 faktorialla yer dəyişməkdir, düzülürdür. Burada da 5 dənə oğlan qalıb. Bunlar da hamısı fərqli elementlərdir. Yəni, ayrı-ayrı adlardır da. Bu da 5 faktorialla yer dəyişmə edəcək. Bu neçədir? 4'dür.
5 faktorial da 120'dir də. Bu da olur neçə? 480. 163-cü sualın cavabı 480 edir. 163. 2 faktorial 2-də, ya üzr istəyirəm, 2 faktorial 2-dir. 5 faktorial da 120'dir. 2'ni 120'ye vuranda 240 olacaq. 163'də. Keçək 164'də. 4 qız 2 oğlandır. Yan-yana qoyulmuş 6 stolda oğlanlar sıranın əvvəlində 2 oğlan verib də. Deməli, oğlanın biri burada gələcək. 4 dənə qızdır. Qız, qız, bu da qız, bu da qız, bu da oğlan. Dediyim kimi, bunlar fərqli adlardır. 2 dənə oğlan 2 faktorialla yerdəyişmə edəcək. Məsələn, tutaq ki, cərgənin əvvəlində Əli gəldi. Burada məsələn Həsən gəldi. İndi ola bilər növbəti cürüşdə Həsən burada gələr, Əli burada. Ona görə yerdəyişmə edilir də, permutasiyadır. 2 faktorialla oğlanlar yerdəyişir. Qızlar da 4 nəfərdir, fərqli-fərqli elementlərdir. Öz aralarında 4 faktorialla yerdəyişmə edib düzülür. 2 faktorialımız 2-dir, 4 faktorialımız neçədir? 24. Buranda neçə edir? 48. 164-cü cavabı. 165. Binomun açılışında binomial əmsalların cəmi 128. Binomial əmsalların cəmi 2 üstə n-ə bərabərdir. O da 128. Onu da 2 üstə 7 yazıram. N-i buradan tapdım. 7. Yəni bu 7-dir. Üçüncü əddin əmsalını soruşur. Bayaq qeyd elədim. Üçüncü ədd deyəndə ikincidən başlayırsınız. Yəni açılışda kombinezon n-dən 0-a, n-dən 1-ə, n-dən 2-ə deyəndə bu üçüncü ədddir. Ona görə 3 deyəndə 1 vahid azın götürüb 2. Bayaqları qeyd elədim bunu. Düsturumuz belə idi. T k plus birinci ədd bərabərdir. Kombinezon n-dən k-ya a üstü n minus k. Bu da b üstü k. Düstur belə olur da. Bax belə. K plus birinci əddin düsturudur. Burada da bax, üçüncü ədd dediyi üçün bu K plus 1-i 3-ə bərabər eləyəndə, baxın, K buradan 2 tapıldı. Ona görə bayaq şifahi dedim ki, neçənci ədd edirsə 1 vahid əvvələ gedin. Yəni 1 vahid kiçiyin götürün. Deməli, kombinezon n-dən. N də burada dediyim kimi 7 tapdım. N-i 7 tapdım. Olacaq 7-dən 2-yə. A-nın üstü 7 çıx 2. Bu 5-dir, B-nin üstü də 2. B-nin kvadratı. Üçüncü əddin əmsalı. Elə bu həm binomial əmsaldır, həm də üçüncü əddin əmsalıdır. Bəzən əmsalla binomial əmsal eyni qiymətə bərabər olur. 7-dən 2-ni hesablayacaq. 7 faktorial, 7 çıxılsın 2 faktorial, vur 2 faktorial. 7-dən 2 çıxanda 5 faktorial edir. 2 faktorialımız 2-dir. Bu 7 faktorial da 5 faktorial vur 6, vur 7. Bunlar ikisi 7. 6-nı da 2-yə böldüm 3. 7-ni də 3-ə vurdum 21. Deməli, cavab oldu burada 21. 165-ci sual. Yox, burada düsturda mən AB nəzərdə tutmuşam. Burada AB yazmışam. Burada misalda A-nın yerinə X-dir, B-nin yerinə -3-dir. Burada mən yerlərini düzəltməliyəm. Nəysə, bu səhv getdi burada. Deməli, belə olmalıdır da. Kombinezon, buna da ehtiyac yoxdur. 7-dən 2-yə, A burada X-dir. 7-dən 2 çıxdım 5. Yəni, n çıx k-ydı. Buradan da -3-dür. Bu da vurmadır da. Bu da 2 olmalıdır. Buradan yazalım. -3-ün kvadratı 9-dur. Bunu yazıram əvvələ. Kombinezon 7-dən 2-yə X-dir 5. Bu üçüncü əddin əmsalı sayılır. Deməli, 21 tapmışdım da 7-dən 2-yə. 9-a da 21-i vuracam. 189 olur cavab. 189. 165-ci sual. 166. 32 veribdi binomun əmsalı. 2 üstü n bərabərdir. 32 2 üstü 5-dir. N-i tapdıq 5. Dördüncü əddiyəndə 3 götürəcək. Kombinezon 5-dən 3-ə. X-in üstü 5-dən 3 çıxdım 2. Bu da 5-in üstü 2 vurmadır bu. 5-in kvadratı keçir qabağa. 25 vurulsun kombinezon 5-dən 3-ə X-in kvadratı. Dördüncü əddin əmsalı bax buradır. Kombinezon 5-dən 3-ünü hesablayıb. 5 faktorial 5-dən 3 çıxdım. 2 faktorial bu 3 faktorial. 5 faktorialımız belə yazaq da 3 faktorial vur 4 vur 5. Bu da 2 faktorialımız elə 2-dir, vurulsun 3 faktorial. Bunlar ikisi getdi.
Yəni 3 faktoriallar 2-ni də buna 2, 2, 5'in 10. Əvvəldə də neçə vardı? Burada 25 vardı da. Yəni 25'i də buradan 10'a vuranda olacaq 250. 166'da. Yenə mexanik. Orada səhv getdi. Binomun açılışında əmsallar binomun açılışında binomial əmsalların cəmi 32'dir. 2 üstü n bərabərdir 32'yə. 2 üstü 5 yazdım. N tapıldı 5. N 5'dirsə kombinizon 5'dən k plus birinci həddidə 4'ə bərabərləndə k-nı tapırıq 3. Yəni düstur belə idi. T k plus birinci hədd bərabərdir kombinizon n-dən k-ya a üstü n, b üstü a üstü n minus k. Burada indi a-nın yerində x-dir də. Çıxacam n-dən k-nı və b-nin yerinə düsturdakı həmin o a-b-ni deyirəm. Bax belə. A-nın yerində x-dir, b-nin yerində 5'dir. Vur 5'in üstü k. Biz k-nı 3 tapdıq. N-dəki buradan 5'dir. Oldu 5'dən 3'ə. 5'dən 3 çıxdım. 2 vur. Hə, bura kubdur bu. 3'dür bu. 5'in kubu. Çünki burada 5'dir k yazmışamsa k burada dediyim kimi 3'dür. 125. Bu 125'dir. Burada bu 125'i biz 10'a vuracaq. 1250 olacaq. 166 sualın cevabı. 167. Binomun açılışında x-i 9'un əmsalını tapın. Baxın, bu düsturdur. Bunu qeyd edirəm biləsiniz. Həmin bax, a x-in kubudur. B 1 bölü x kubdur. N də bu 7'dir. Biz bir də düsturu yazaq da kombinizon n-dən k-ya a üstü n minus k, b üstü k. Düstur belə idi. İndi x-i 9'un əmsalı deyir. Mən burada 7'ni bilirəm, amma k-nı bilmirəm. Deməli belə olacaq. Kombinizon 7'dən k-ya a da burada budur. X-in kubudur. X-in kubu n çıx k. N 7'dir. Bax, düsturdakı n 7'dir. K yoxdur. N elə həmin k-nı axtarıram. 7 çıx k. Bunlar da vurmadır da. Vur b. B də ki burada 1 bölü x-in kubudur. Onu yazıram. X-in üstü mənfi 3. Vur k. Bu bərabər olmalıdır. X-dir 9. X9'un əmsalını tap. Burada bilmirəm də bu əmsal. Bax, burada bu əmsal olacaq. Kombinizon 7'dən k-ya. Onu bilmirəm. Biz bunu hesablayaq. Kombinizon 7'dən k-ya. Bunu vuranda nə olur? X-in üstü 3 7'nin 21 çıxılsın 3k vurulsun. Bu da x-in üstü mənfi 3k. Bu da bərabərdir. Əslində bu buna bərabər deyil. Biz x-i 9'un əmsalını tapırıq. Tutaq ki, əmsalı bilmirəm, bir a yazıram. Burada bir a yazıram. X-i 9. Həmin o əmsalı axtarıram a-nı. Yox. X9'un əmsalını tapın. Binomun açılışında X9'un əmsalını tap. K-nı axtarıram mən buradan. K-nı tapmalıyam. Oldu kombinizon 7'dən k-ya. Bunları vuranda üstlər toplanır. X-in üstü mənfi 3 bu da 21 çıxılsın 6k. Bu da bərabərdir. A vurulsun. X üstü 9. Məsəl üçün A dedim. Bax, bizə bu lazımdır. Bax, bu x-in üstü 9 olmalıdır. Yəni, bax, bura 9 olmalıdır. Olmalıdır x-i 9. Burada da x-i 9 bərabər olmalıdır. Və burada da həmin əmsal budur. Bax, bu. A elə bil ki, 7'dən k-yadır. Kombinizon 7'dən k-ya. İndi biz buradan k-nı tapmalıyıq. 21 çıxılsın 6k 9'a bərabər verib də. Bax, burada 9 verib. Bunu 9'a bərabərləyəcək. 21'dən 9'u çıxdım. Neçə elədi burada? Belə deyildi bu. X-in kubuydu. 7 çıxılsın k oldu. Bunu da vurdum. 21 çıxılsın 3k. Burada da x-in üstü mənfi 3'dür. Vurdum k-ya. Mənfi. Bunları da toplayanda 21 çıx 6k. Bu da 9'a bərabərlədik. Düzdür. 21'dən 9 çıxdım. 12 bərabərdə 6k-ya. K-nı tapdım. 2. Bu k-nı tapdım. Baxın, bu k 2'dir. Bizdən də baxın, elə bil x9'un əmsalını soruşurdu. Bu a bilmədim də bilmirdim. Burada a qoydum. Yəni, bilmirəm axı burada x9'un əmsalı nədir? A qəbul elədim də. Burada da həmin o əmsal, bax bu kombinizon 7'dən 2'yə bərabərdir. Burada da k-nı qoyanda 2'ni 6 vur 2 neçə edir?
12. 21'dən də 2-ni çıxanda neçə olur? 9. Görürsünüz, əmsal x9. Yəni, baxın, dərəcələr eyni oldu. Buradan da əmsallar bərabər olmalıdır. Biz kombinizon 7-dən 2-ni hesablamalıyıq. 7 faktorial, 7-dən 2 çıxdım, 5 faktorial, vur 2 faktorial. Bərabərdir. 5 faktorial vurulsun 5 faktorial. 2 faktorial 2'dir. Bu da 5 vur, yox. 7 ise 6 vur 7. Bunlar getdi 6 da 7'ye. 3, 3, 7'nin 21. Cevap oldu 21. 167'de. Burada da x de 20'dir. Dediğimiz gibi yazırıq. Kombinizon 7'den, 7 değil burada. N9'dur burada. Deməli 9'dan k'ya. X'in üstü 4. 9 çıxılsın k vurulsun. Bunlar üstü mənfi yazıram. Mənfi 4 k yazıram. Bu da bərabər tutaq ki, hər hansı bir əmsaldır a. Dərəcəsi də budur. Biz buradan əvvəlcə k-nı tapmalıyıq. Vuranda üstlər toplanırda kombinizon 9'dan k'ya vururam. X'in üstü 4, 36 çıxılsın 4k vur. X'de mənfi 4k. Bu da bərabərdir. A vur x'de 20. Buradan da kombinizon 9'dan k'ya. Bunu da toplayanda x'in üstü 36 çıxılsın 8k bərabərdir. A vurulsun x'in üstü 20. Əvvəlcə bax bunu 20'yə bərabər eləməliyəm. 36 çıxılsın 8k bərabərdir 20'yə. 36'dan 20 çıxdım. 16 bərabərdir 8k'ya. K'nı tapdım 2. Baxın bu k tapılandan sonra gətirim yerinə qoyum. K 2'dir. Burada da k 2'dir. De baxın 8'i 2'yə vurdum 16. 36'dan da 16 çıxanda bu 20'ni verdi. Dərəcələr bərabərləşdi. Dərəcələr bərabərsə əmsallar da bərabər olmalıdır. Belə. Deməli bu 2 oldu. Bu da x-dir. 20 oldu. Həqiqətən də baxın x-de 20, x-de 20'yə bərabərsə onda bunun əmsalı bunun əmsalına bərabərdir. Deməli biz buradan kombinizon 9'dan 2'ni tapmalıyıq. 9 faktorial 9'dan 2 çıxdım. 7 faktorial. 2 faktorialımız 2'dir. 9 faktorialı da yazıram 7 faktorial vurulsun 8 vurulsun 9. 8 de 2'ye böləm 4, 4 9'unda 36. Cevap oldu 168'de 36. Düsturları bilməlisiniz, qaydaları bilməlisiniz. Bu dərs biraz çətin dərsdir. Amma başa düşən şagird, yəni düsturları bilən şagird bunu başa düşəcək. Binomun açılışında orta həddin əmsalı. Orta həddin əmsalı kombinizon n-dən n bölüsün 2 idi. O da bərabərdir. Kombinizon, buradan yazılır bərabəri. Burada həmin n-dir də bu. 6'dan 6'ını da 2'ye böləndə 3. Orta həddin binomial əmsalı. Kombinizon 6'dan 3. Bunun da qiymətini soruşur. Bəzən qapalı suallar olur. Onda cavab belə verir. Amma indi burada açıq sualda biz bunu hesablamalıyıq. 6 faktorial, 6'dan çıxdım 3 faktorial, vur 3 faktorial. 6 faktorial yazıram, 3 faktorial vur 4 vur 5 vur 6. 3 faktorial olduğu için yazıram, bura vurmaydı. 3 faktorial da 6 yazıram. Buradan bunlar getdi, bu buradan getdi. 4 vur 5 neçə elədi? 20. Deməli bu oldu cavab 20. 169'da. Neçənci sualdır bu? Burada orta həddin binomial əmsalını soruşsaydı, kombinizon 6'dan 3 bərabərdir 20. Burada deyir orta həddin əmsalını, burada belə olmalıdır. Kombinizon 6'dan 3'ə. Yəni belə yazaq. Düzdür. Kombinizon n'dən k'ya, a üstü n minus k, b üstü k. Düzdür buydu. Burada kombinizon 6'dan orta həddir 3'ə. A burada bu 2x'dir. 2x'in üstü 6'dan 3 çıxdım 3. Vur da bu. B də 1'dir. 1'in üstü k. Yəni 1'in üstü 3 yazacağım. Bu göstəriş için yazdım. Mənası yoxdur. Bunda belə yazaq. 2x de x'in kubu 8 olur. 8 qarşıya keçir. Vurulsun kombinizon 6'dan 3'ə. X'in kubu. Burada 6'dan 3'ünü, bu 6'dan 3'e hesablamışdım da 20 idi. 8'i 20'ye vurmaq lazımdır. 8'i vurdum. 160. 169'un cevabı 160 edir. Burada da həmin sualdandır. Deməli, orta hədd deyəndə kombinizon 8'dən onun yarısında 4 götürülür. Burada kombinizon 8'dən 4'ə x budur. Vur 8 çıx 4. Bura 4 vur. 2 üstü
4. 204 16'dır. 16 vurulsun əmsal kimi qabağa keçir. Rakamımızın 8'dən 4'ə x-də 4. Bizdən buranı soruşur. 8'dən 4'ə 8 faktorial bölünsün. 8'dən 4 çıxdım 4 faktorial vur 4 faktorial. Qabaqda da 16 var da bu qarşıda. 16 vurulsun. 8 faktorialı belə yazıram da. 4 faktorial vur 5 vur 6 vur 7 vur 8. 4 faktorialı olduğu kimi yazıram. Bunlar iksar getdi. 4 faktorialı isə 4 faktorialı 24'dür də. Belə yazıram. 3 vur 8. Bərabərdir 16 vur. Bu 8 ilə bu 8 getdi. 6 3'ə getdi 2 dəfə. Burada da 16 var. 5 vur 2 10. Onu da 7'yə vurdum 70. Deməli 7 10 70 7 6 42. 112 bir dənə də 0. 1120. Sənin sual idi bu 170. 1120. Suallar biraz vaxt aparandır. 8 elementli çoxluğun ən azı 6 elementli hesabı. Ən azı 6 deyirsə bunun ən çoxu da var da. Deməli kombinizon 8'dən 6'ya. Ən azıdırsa bu 8'dən 7'yə bir də 8'dən 8'ə olmalıdır. Ən azı. Əgər burada 8 elementdirsə, ən azı 6'dırsa deməli ən çoxu 8'də dayanacaq. Yəni 6, 7, 8. Bu kombinizon 8'dən 6'ya, 8'dən 7'yə, 8'dən 8'ə hesablamaq lazımdır. 8 faktorial bölünsün. 8'dən 6 çıxdım. 2 faktorial vur 6 faktorial. Burada toplamadır. 8'dən 7'yə 8'dir. Yəni kombinizon n-dən yox, 8'dən belə deyil bu. Hətta bir payda azdır da yazalım izahını. 8 faktorial bölünsün. 8'dən 7 çıxdım. 1 faktorial vur 7 faktorial. Bu da 8 faktorialdır. 8'dən 8 çıxdım. 0 faktorial vur 8 faktorial. Bu 6 faktorialı bundan apardım. 8 faktorialı yazıram. 6 faktorial vurulsun. 6 faktorial vur 7 vur 8. Bundan bir sarı getdi. 8'də 2 faktorial ilə 2'dir. Bu 4'dür. 7 4'dür 28. Bərabərdir 28. Plus. Baxın bu 8 faktorialı biz bir faktorialımız 1'dir ehtiyac yox. 7 faktorial vur 108 yazalım. 7'də bunlar 8 oldu. Yəni düstur var. Kombinizon n-dən n-1 olanda. Yəni bu n isə 8. Bir payda olanda 7. Bunun cavabı ilə n-ə bərabərdir. Mən bu yaxşı payı yazacaqdım. Dedim ola bilər başa düşməzsiniz. Deməli oldu 8. Üstə gəl. Burada da 0 faktorialımız 1'də ehtiyac yoxdur. Bunlar da 1 eləyir. Və düsturumuz var. Kombinizon n-dən n-ə 1'ə bərabərdir. Burada da 8'dən 8'ə 1'dir. Yəni bunları əzbər bilməlisiniz. Amma mən burada izahını da verdim. 1. 28 36. Bu da 37. 171'in cevabı 37. Burada da 9 elementtəndir. Ən azı 7 isə belə olacaq. 9'dan 7'yə, 9'dan 8'ə, 9'dan 9'a. Bunları özünüz hesablayarsınız. 3, 4, 5, 6, 7 çoxluğun elementlərində istifadə edilərək rəqəmləri fərqli söz edir. Mümkün olan bütün 5 rəqəmli ədədlər yazıldıqda A, B, C, D, Y 5 rəqəmli ədəd olsun. Yazıldıqda həmin ədədlərin neçəsində tək rəqəmlərin hər biri yan-yana olar. Deməli, istəyir əvvəldə olsun, istəyir axırda olsun, fərqi yoxdur. Tək rəqəmlər, bax, 3, 5, 7. Məsələn, bax, 3, 5, 7. Bu bir dənə düzülüşü mən göstərirəm. Yəni, bunu nümunə kimi göstərirəm. Əvvəlində 3, 5, 7 varsa, sonunda nə olur? 4 ilə 6 olacaq. Bu bir dənə, məsəl üçün, 5 rəqəmli ədəddir və fərqlidir. Yəni, rəqəmlər təkrarlanmır. Deməli, buradan 3 dənə müxtəlif elementdir. Öz aralarında yerlərini dəyişəcək. Bu 3, 5, 7 də gələ bilər. Bu 5, 3, 7 də gələ bilər. Bu 7, 5, 3 də gələ bilər və s. Bunlar 3 elementi də öz aralarında görürsünüz 3 faktorialla yer dəyişmə edir. Oldu 3 faktorial. Bunlar da 4, 6'dır və ya 6, 4 gələ bilər. Öz aralarında 2 faktorialla yer dəyişmə edir. Bu 6, 3 faktorial 6'dır. Bu da 2'dir. Neçə elədi? 12.
173-cü cavabı. Bir də rəqəmləri burada yan-yana. Yan-yana sözü o deməkdir ki, tək rəqəmlər yan-yana gələcək. 3, 5, 7. Bax, bunların yan-yana gəlməsinə 1 baxacam. Bunların da 2 dənə də 2 baxacam. 1, bu da 2, 3. Biz 3 element, elə bir bu 1 elementdir, fərqli element. Bu da 2 elementdir. 3 element fərqli elementdir. 3 faktorialla yer dəyişməkdir. 3 faktorialla da vurmalıydım. Deməli, bu 12-ni 3-ə də vuracam. Olacaq cavab 36. Bu da maraqlı sualdır. A plus B plus M cəminin ən kiçik qiyməti. Deməli, cəm ən kiçik olması üçün toplananlar hər biri ən kiçik olmalıdır. Birinci M-i tapacaq. Bu M-in ən kiçik qiyməti. Burada da faktorialdır. Ən kiçik faktorial 0 faktorialdır da. Deməli, bax, bura 0 olub. Burada 0 olub. Yəni, 0-a bərabər elədim. Burada 0 olub. Yəni, nə oldu? 0, burada da arxada faktorialı var. Faktorial, bu da faktorial. Deməli, M bərabərdir. M bərabərdir 0 faktorial plus 0 faktorial plus 0 faktorial. 1'dir, 1'dir, 1'dir. Toplayanda neçə elədir? 3. M-i tapdıq 3. Bunlar kvadrat çədili 0-a bərabər eləməliyəm. Deməli, mənfi A kvadrat plus 5A çıx 6 bərabər 0. Hər tərəf mənfiyə vuraq. A kvadrat çıxılsın 5A plus 6 bərabər 0. Bunun köklərini ümumiyyətlə tapaq. A1 plus A2 bərabərdir 5. A1 bura A2 bərabərdir 6. Biri 2'dir, biri 3'dür. Toplayanda 5 edir, vuranda da 6 edir. Keçək bu kvadrat çədilini yazaq. Mənfi A kvadrat çıxılsın. Yox, üstə gəl. 7A çıx 12 bərabər 0. Hər tərəf mənfiyə vuraq. A kvadrat çıx 7A plus 12 bərabər 0. Köklərin cəmi A1 üstə A2 bərabərdir 7-yə. Hasili A1 vurulsun A2 bərabərdir 12-yə. Bu da 5 ilə 2-dir. Toplayanda 7 edir, 5 ilə 2-də vuranda. Hər ikisində ortaq kök olmalıdır. Baxın, burada A2'ni aldı, burada da A2'ni alır. Amma burada bu 3'dür. Baxın, bu 5'dir, fərqlidir. Deməli, hər iki kvadrat çədilinin ortaq kökü A2'ni olmalıdır. Çünki 2'ni yerində qoyanda olsa, bu 0-a çevrilir, bu da 0-a çevrilir. A2 tapdım. Buradan indi B-ni tapacağım. Baxın, buranı 0-a bərabərləmişdim də. A-8 üstə gəl B-ni. Buranı 0-a bərabərləmişdim. İndi buradan yazıram. A-8 üstə gəl B bərabərdir 0-a. A-nı tapmışam. 2. 2 çıx 8 üstə gəl B bərabərdir 0-a. Mənfi 6 üstə gəl B bərabərdir 0-a. B də keçdi o tərəfə. Oldu mənfi 6. O da mənfi. B-ni tapdım 6. Deməli, A M3 idi. B 6 idi. A neçə idi? 2 idi. Toplayaq bunları. Neçə verir? 11 verir. 174'ün cevabı oldu 11. Maraqlı sualıydı bu da. Bunlar şifahidir. Birini yazacağım. Permütasiya 8'dən düstur belə. Permütasiya n-dən k-ya bərabərdir. M faktorial, m minus k faktorial. Yazıram, permütasiya 8'dən 3'ə bərabərdir. 8 faktorial, 8'dən 3 çıxdım 5 faktorial. Bunu da yazıram. 5 faktorial vurulsun, 6 vurulsun, 7 vurulsun, 8. Bu da 5 faktorial. Bunlar getdi. 6, 7, 8. Bu da neçə elədi bu vuranda? 6, 7, 42, 42 də 8'ə vuranda. 8'dən 40, 3, 20, 8, 2, 16. 336. Üstünə də 30 gələcəm. Neçə eləyəcək? 366. Düz yazdım. Permütasiya 8'dən 3'ə. 8 faktorial, 8'dən 3 çıxdım 5 faktorial. 5 faktorial 6, 7, 8. Bu da 5. Düzdür. 366. 7'yə böldükdə qalıqda 6 alınır. 7'yə böldükdə 7'yə qalıqsız bölünür. Xeyr, bu 7'yə qalıqsız bölünmür. 5'ə də bölünmür, 10'a da bölünmür. Bu 2 dənədən biri olmalıdır. 366'nı bölək 7'yə. 36, 5 dəfə. 35, 1. 16, 7, 2, 2, 14, 2. Qalıq 2 qaldı. Deməli, cavab B. Birinciyə cavab nə oldu? Deməli, 1'ə yazaq da B oldu. Sonra bu neçədir? 1'ə B oldu. İkinciyə kombinizon 9'dan 3'ə. 9 faktorial bölünsün. 9'dan 3 çıxdım. 6 faktorial vur 3 faktorial.
Bunu yazıram 6 faktorial vur 7 vur 8 vur 9. Burada 6 faktorial getdik sar. 3 faktorialımız da 6'dır. Bu 6'nı da 2 vur 3 yazıram. 3'ünə 8-dən 2 ixtisar gedir. 4, 9-la da 3. 4 3-ə 12, 7, 84. 84 üstə də 20 gəlirsən, olur 104. 104, bunu yazmışdım da, tapdım bunu. 6'ya. 104'ü 6'ya bölək. 10 götürdüm de bir dəfə 6, 4 qaldı. 44. 6'ya. 7 dəfə 7 altın 42. Qalır 2 qaldı. Niye bu düz vermədi? Üçüncü solda bu 175. 175'in solda bir B idi. 2'nin cevabı buradan 4 için 12. 12'ni de 7'ye vurdum. 84. Üstüne 20 geldim 104. 7'ye böldükdə qalıqda 6. 7'ye bölməliydim. Mən 6'ya böldüm. 104 böl 7. Bir dəfə 7 çıxdım 3. 34 7'ye. 4 dəfə 4 7'ni 28. 28'de 6 qalıb qaldı. Deməli bu da ikinciye geldi. Permütasiya n'den n'e n faktorialdır. Onda permütasiya 4'ten 4'e 4 faktorial. 4 faktorialı vuraq. 1 vur 2 vur 3 4 24 üstüne de 60 gəlmişəm. 60 var da burada. Neçə elədi? 84. 84 de 7'ye qalıqsız bölünür. C bəndi. 5'e bölünən yoxdur, 10'a bölünən yoxdur. Deməli BAC 175-ci sual. 176 ondan da özünüz yazarsınız. Burada K'ya 3 vereceğim. Yazıram. M bərabərdir 6. Permütasiya 6'dan 3'e. 6 faktorial 6'dan 3 faktorial bərabərdir. Bunu yazıram 3 faktorial. Vur 4 vur 5 6. Bu da 3 faktorial. Bunlar ekstra getdi. 20 20'ni 6'ya vurdum. Neçə elədi? 120. Deməli 120. Bu getdi D bəndi. Mənası yoxdur. Biz dedik ki permütasiya n'dən K'yadırsa bu K n'dən kiçik bərabər olmalıdır. Onda bu bura 6'dırsa bu K 7 ola bilməz. Bu sərhəd buradan, yəni bu 6'dırsa bu 6'dan 0, 6'dan 1, 6'dan 2, 6'dan 3, 6'dan 4, 6'dan 5, 6'dan 6'ya qədər. 6 və 6'dan kiçiklər olmalıdır. Buna görə bu 7 mənası yoxdura gəlir də burada. Buna D bəndi getmişdi. Bunu xat çəkdim. Bu da mənası yoxdur. Bura uyğun gəlir. D bəndi. K'ya 2 verək. Permütasiya n bərabərdir 6'dan 2'ye. 6 faktorialdan bundan da çıxdım 4 faktorial qaldı. 6 faktorial 6 faktorialı biz yazırıq 4 faktorial vur 5 vur 6. Bu da 4 faktorial. İstar getdi. Neçə eləyir? 30. 30 C bəndi. O birlər də uyğun gəlmir. Deməli 177'də DC B olur da. Eyni şeydir də 178'də oxşar olacaq bunu. Bunu özünüz yazarsınız. İşte bundan bir dənə yazaq. Deməli burada B binomial əmsalların cəmidir. C isə əmsallar cəmidir. Birinci əmsalları cəmi tapaq. Ya da binomial əmsalları birinci tapaq. B bərabərdir 2 üstü n'dir. Üstürümüz 2 üstü n'dir. Üstü n'dir burada. Üstür. Bu n'i de burada verib 4'dür. Deməli 2 üstü 4 olacaq. Deməli binomial əmsalların cəmini B verib. B bərabərdir 2 üstü 4. 16 elədi. Əmsallar cəmi deyəndə 3 ilə 2'ni toplayıram. 5, 5 üstü 4. Bunda C verib əmsallar cəmi. C də bərabərdir 5 üstü 4. Bu da 625 edir. Ya bu ya bu olmalı. Deməli burada C 625'dir. Bu da 16'dır. 625'dən bu 625'dir. Çıxdım 16'nı. 609 D bəndi.
Deməli, bura D gəldi. Burada da B 16'dır. A bəndi. A, D. Birinciyə gəldi. Keçək bura. Əmsallar cəmi B bərabərdir 2 üstü 6'dır. Bu 64 edir. C də əmsallar 5'dən də 3 çıxıram. Yəni toplayanda 5 ilə mənfi 2. Nə olur? 5 çıxı 3, 2. 2 üstü 6 bu da 64. Burada binomial əmsallar cəmi ilə əmsallar cəmi bərabərdir. Bəzən belə olur. Deməli, bura nə yazıb? C B-yə bərabərdir. Bu ikinciyə C bəndi. Keçək üçüncünü yazaq. Binomial əmsalların cəmi B bərabərdir 2 üstü 5'dir. Bu 32'dir. B bəndi. Əmsallar da 4'dən də mənfi 1'i toplayanda 3 olur. 3 üstü 5. 3 üstü 5'də 243'dür. 243'dən 32 çıxanda 211 edir. Bu da Y bəndi. Deməli 179'da 1'ə AD gəldi, 2'yə C gəldi, 3'ə də BY oldu. Bu oxşar sualda özünüz yazarsınız. 181. Çevrə üzərində A, B, C, D, E, F, H nöqtələri ardıcıl qeyd olunub. Çox A, B, C, D, Y, F, bu da H qeyd olunub. Təpələrindən ikisi A və B nöqtələrində olan A-nı, B-ni buradan silək. Baxın, buradan A-nı, B-ni sildim. Olan ikisi A, B nöqtələrində olan neçə 5 bucaqlı? 5 bucaqlı nədir? 5 dənə nöqtəni birləşdirir də. Tutaq ki, baxın, belə bir şəkil çəkdim. Bu ixtiyari bir 5 bucaqlıdır. Bura A qoyuram, bura B. Qalan nöqtələr məsəl üçün, baxın, bu 5 dənədən 3 ola bilər, C ola bilər, D ola bilər, Y. Məsəl üçün dedim. Nümunə üçün bir 5 bucaqlı çəkdim, göstərdim. Deyir ki, iki təpəsi A ilə B olsun. Bu A ilə B-ni atmalısan buradan. Baxın. Qalan 3 təpəsi bax bu nöqtələrdən olmalı. Deməli, burada da 1, 2, 3, 4, 5, 6, 7, 8 nöqtə verib. İkisini çıxdım A ilə B-ni. Qaldı 1, 2, 3, 4, 5. 5 nöqtədən kombinizonla tapılır bu 3 bucaq məsələləri. 5 bucaq, 4 bucaq. Yəni çox bucaqlı məsələləri kombinizon N-dən K-yadır. İndi N burada 5 nöqtədir. K da burada 3 dənə nöqtədir. Deməli, 5-dən 3-ə biz tapmalıyıq. Bu da olur 5 faktorial. 5-dən 3 çıxdım. 2 faktorial, vur 3 faktorial. Bunu yazıram. 3 faktorial, vur 4, vur 5. 2 faktorialımız 2'dir. Bu da 3 faktorial. 3 faktorial. Bunlar ikisari getdi. 4 də 2'yə bölündü. 2'ni də 5'ə vurdum. 10. Cavab oldu 10. 181'də. Oxşar sualdır deyəsəm. Çevrə üzərində yenə də A, B, C, D, Y, F, M, N, K. Təpələrindən CD nöqtələrdə olan neçə 6 bucaqlı? 6 bucaqlı deyək də, məsələn, baxın bir 6 bucaqlı çəkək, nümunə kimi göstərək. Məsəl üçün, bax, bu A təpəsidir, bu B təpəsidir, bu C təpəsidir, bu Y təpəsidir. A, B, C, bu D olsun, bu Y olsun, bu da F olsun. Deyir C və D. Yəni C ilə D-ni çıxdım. Buradan da baxın, C ilə D-ni çıxdım. Deməli, burada 1, 2, 3, 4, 5, 6, 7, 8 nöqtə verib də. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 nöqtədir. 9 nöqtədən ikisini çıxdım. C ilə D-ni. Baxın, görsən C ilə D. Buradan da C ilə D-ni çıxdım. Qaldı 7 nöqtə. Bu 6 bucaqlıdan da baxın, C ilə D-ni çıxandan sonra, yəni ki, 6 bucağının 6 təpəsi var. 6 təpədən ikisini çıxandan sonra 4 təpə qaldı. Yəni demək istəyir ki, 7 elementdən 4 elementli açıqlıqlar yarat. Bu da 7-dən 4-ə deməkdir kombinizon. 7-dən 4 çıxdım. 3 faktorial vur 4 faktorial. 4 faktorialı sıra aparacağım, amma buradan 7 faktorial yazıram. 4 faktorial vur 5 vur 6 vur 7. 3 faktorial elə 6'dır. Bu 6 ilə bu 6 getdi. 4 ilə 4 getdi. Bu 5 idi. 5'i də 7'yə vuranda 35. Deməli, cavab oldu 35. 182'də. 183. 6 fərqli riyaziyyat. Riyaziyyat 1, riyaziyyat 2, riyaziyyat 3, riyaziyyat 4, riyaziyyat 5, riyaziyyat 6. 3 fərqli kimya. Kimya 1, kimya 2, kimya 3.
7 fərqli fiska. Buradan yazaq. Fiska 1, fiska 2, fiska 3, fiska 4, fiska 5, fiska 6, fiska 7. Fərqlidir. Dərsliklərində müxtəlif fənnə aid olan 3 kitabı neçə müxtəlif üsulla seçmək olar. Deməlidir, dərsliklərində müxtəlif fənnə aid olan 3 kitabı. Deməli, 3 kitab seçəcəksən. Burada da hər biri müxtəlif fənnə aid olacaq. Deməli, baxın, riyaziyyat dediyimiz kimi 6 fərqli riyaziyyat. 6 fərqli riyaziyyat. 6 dənə fərqli riyaziyyat var. 6 element var. 3 dənə kitab seçirəm. Hər bir fəndən seçməliyim. Görsən, deyir ki, 3 dənə fərqli, baxın, nə yazır? Dərslikdə müxtəlif fənnə aid. Müxtəlif fənn deyəndə biri riyaziyyat olacaq, biri kimya olacaq, biri də fizik olacaq. Burada riyaziyyat 6 dənədirsə, birini seçdim, kombinizon 6-dan 1-ə vur. Müxtəlif deyəndə vurma prinsipi olur. Sonra fizika 3 dənədirsə, birini seçdim, 3-dən 1-ə vur. Fizika demək üzrəsiyəm, kimya 3 dənə idi. Bu neçə dənədir? 7 dənə. Burada 7-dən 1 olacaq. Yəni, 3 dənə müxtəlif fənnə aid kitab seçir. Onun biri riyaziyyat olur, biri kimya olur, biri fizika. Riyaziyyat 6 dənədir, oldu 6-dan 1-ə. Kimya 3 dənədir, 3-dən 1-ə. Fizikada 7 dənədir, 7-dən 1-ə. 6-dan 1-ə 6-dır, 3-dən 1-ə 3-dür, 7-dən 1-ə də 7-dir. 6 vs 18. 18, 7, 77, 80, 56. 126. 183-cü sual idi bu. Bu da ondan 4 fərqli riyaziyyat. Deməli, kombinizon 4-dən 1-ə. 5 fərqli tarix, kombinizon 5-dən 1-ə. 8 fərqli coğrafiya, 8-dən 1-ə. Çünki 3 dənə kitab seçib müxtəlif fənlərə aid. 8-dən 1-ə. Bax, bu 4-dür. Bu 5-dir, bu da 8-dir. 20 vur 8, 2 vur 8, 16, arkada 0. Oldu 160. Neçənci sualda 184. Çevrə üzərində 8 müxtəlif nöqtə qeyd olunmuşdur. Başlanğıcı və sonu bu nöqtələrdə olmaqla neçə vektor çəkməli? Vektor bayaq qeyd elədim. Vektor məsələləri permutasiya. Niyə permutasiya ilə? Tutaq ki, bu çevrədir. Bu A nöqtəsidir, bu B nöqtəsidir. A, B. Buradan AB vətəri, üzr istəyirəm, vektoru çəkdimsə, məsələn, A-dan B-yə istiqamətləndir də. Amma bu vektoru çəkəndə, məsəl üçün, B-dən çəkəndə A-ya, bu şəkildə istiqamətlənəcək. Bu da olacaq BA vektoru. Bunlar bərabər deyil. Ona görə AB ilə elementin sıra nömrəsinə görə dəyişəndə permutasiya. AB ilə BA, bura A-dır. Bu olurdu, permutasiya olurdu. AB, BA. Yəni, elementin sıra nömrəsi dəyişir. Ona görə AB vektoru ilə BA vektoru fərqli olduğu üçün bu tip məsələlər, yəni vektor məsələləri permutasiya ilə tapılır. Amma burada parça desə, düz xətt desə, vətər desə, üçündə də kombinizonla tapacaqsınız. 8-dən 3 olacaq. Çünki AB parçası deyəndə elə BA parçası eyni mənanı verir. Ona görə elementin sıra nömrəsi kombinizonda biz götürmürdük. BA-nı götürmürdük də. AB-ni götürəndə BA-nı götürmürdük. Düz xətt deyəndə 2 nöqtədən keçir. Vətər də deyəndə 2 nöqtəni birləşdirən parçadır. Deməli, vətər, düz xətt, bir də parça. Bu tip məsələlərdə kombinizon n-dən 2-yədir. N də 8 isə 8-dən 2 olacaq. Amma vektor deyəndə permutasiya n-dən 2-yə. N də 8 isə 8-dən 2 olacaq. Deməli, biz burada hamısını izahını verdim. Permutasiya 8-dən 2-yə. Çünki ad. Permutasiyada ad dəyişilir də. Ad çəkilir. Burada da AB, dediyim kimi BA çoxluğu ilə fərqlidir elementin sıra nömrəsinə görə. Permutasiyada yer dəyişmə demək. Permutasiya 8-dən 2, 8 faktorial, 8-dən 2 çıxımı 6 faktorial. Bunu yazıram 6 faktorial, vur 7, vur 8. Bunu 6 faktorial. Bunlar ikisi 7, 7, 8-dən neçə elədir? 56. 185-in cavabı 56-dır. Burada da 9 nöqtədir. Kombinizon 9-dan, eyni sualdan da 2-yə. Yox, üzr istəyirəm, kombinizon yox, permutasiya. Permutasiya eyni sualdandır da, olmaqla neçə? Vektor. Permutasiya 9-dan 2-yə. 9 faktorial bölünsün 7 faktorial. Bu 9 faktorialı mən yazıram
7 faktorial vur 8 vur 9. Bu da elə 7 faktorial. Bunlar ixtisar getdi. Nə qaldı? 72. Cavab oldu 72. 186'da. Sonra 187. Deməli, çevrə üzərində 6 nöqtə qeyd olunmuşdur. Təpə nöqtələri çevrə üzərində qeyd edilən bu nöqtələr olmaqla ən çoxu neçə çoxbucaqlı çəkmək olar? Dedim, çoxbucaqlı məsələləri kombinizonla tapılır. Çoxbucaqlı deyəndə birinci 3 bucaqdan başlayır, sonra 4 bucaqdan başlayır, sonra deməli neçə nöqtədir? 1, 2, 3, 4, 5, 6. Deməli 5 bucaqda olacaq, sonra 6 bucaq, ondan sonra olmayacaq. Məsələn 5 bucaq, 5 bucaqda 6 bucaq. Çünki bu 3 təpəni birləşdirəndə 3 bucaq olur, 4 təpəni birləşdirəndə 4 bucaq olur, 5 təpəni birləşdirəndə 5 bucaq, 6 təpəni birləşdirəndə 6 bucaq. Biz də dedik ki, kombinizon n-dən 3 bucaq deyəndə 3-ə, 4 bucaq deyəndə 4-ə, 5 bucaq deyəndə n-dən 5-ə. Yəni, yadda saxlayın, qabarıq çox bucaqlılar deyəndə 3 bucaq, 4 bucaq, fərq yoxdur, qabarıq dedi ya çox bucaqlı dedi, eyni mənanı verir. Çox bucaqlılar kombinizonla tapılır. 3 bucaq deyəndə n-dən 3-ə, 4 bucaq deyəndə n-dən 4-ə, 5 bucaq deyəndə n-dən 5-ə, 6 bucaq deyəndə n-dən 6-ya. İndi burada da 6 dənə nöqtədir. Bunda bu olacaq kombinizon 6-dan 3-ə, plus 6-dan 4-ə, plus 6-dan 5-ə, plus 6-dan 6-ya. Əssalam, 7-yə ola bilməz, 8-ə və s. ola bilməz. Çünki niyə? Bizdə də kombinizon n-dən k-ya, burada bu şərt ödənməlidir. K n-ə bərabər olmalıdır və kiçik olmalıdır. Burada dedilər k kiçik bərabərdir n-dən. Bunda bu sərhəd kombinizon 6-dırsa, bura 6-dan 3-dürsə, 6-dan 4 ola bilər. 6-dan 5, 6-dan 6. 6-dan 7-yə, 6-dan 8-ə və s. gedəndə mənası olmur. Çünki bu sərhəd bu sərhəddən dedik ki, böyük olmalıdır. Bunları da özünüz hesablayarsınız. Yəni, özünüz bunları yaza bilərsiniz. Düsturları bir sözü yaza bilərsiniz. %88. Binomun açılışında əmsalların cəmi tək yerdə duran əmsalların cəmindən. Bizdə də əmsalların cəmi 2 üstəyindir. Tək yerdə duran binomial əmsalların cəmi 2 üstəyin minus 1-dir. Tək yerdə desə, cüt yerdə desə, eyni düsturdur. Bu, bundan 32 vahid böyükdürsə, çıxırıq bundan 32 yazırıq. Kiçiyi budur. 2 üstəyin minus 1 çıxardıram mörtəzə xaricinə. Qalır buradan 2, çıx 1. Bu da 32. Bu 1-dir. Ehtiyac yoxdur bu 1-i yazmağa. Yəni, belə oldu. 2 üstü n minus 1 bərabərdir 32. Bu 32 də ki, 5-dir də. 2 üstü 5. 2 üstü 5. Bunlar bərabərsə, bu da bərabərdir. n minus 1 bərabərdir 5-ə. N-i tapdım buradan 6. Deməli, n tapıldı. Yəni, bax, bu x plus 2y-in üstü artıq 6 oldu. Bura qədər məsələni həll eləmişdik. Üçüncü həddin binomial əmsalı. Yenə kombinizon n-dən k-ya a üstü n minus k, b üstü k bu düsturdur. Yəni, tek k plus birinci hədd deyirlər buna. Yəni, k plus birinci hədd. Üçüncü hədd deyəndə biz bir vahid qabağa gedir. Çünki bu k plus 1-i 3-ə bərabərliyində k-nı tapırıq 2. Burada kombinizon. N-i də tapmışam buradan 6. 6 idi, hə. 6-dan 2-yə. A burada budur. Bu da B-dir. Düsturdakı biz düstur deyirdik. Burada A plus B-nin üstü N. Bu düstur. Bu N, bu da dediyimiz kimi. Bu 6'dır. Bu adı, bu da 1. Yəni X-in yerində, Y-in yerində bunlardır. 6-dan 2-yə A-nın yerində X-dir. N-dən K çıxmaq. 6-dan 2 çıxdım. 4 vur. B-nin yerində də 2Y-dir. K-dır. Üstü yəni 2 olacaq. K burada 2-dir. O da bərabərdir. Bu 2-nin kvadratı 4 elədi. 4 keçdi qabağa. Kombinizon 6-dan 2-yə vur x-dir 4, y-dir kvadrat. Vurma sayılmır bu. Onsuz da biz bilirik ki, vurma qoyulmur, bu vurma sayılır da. Yəni çox ədlidir, bu da onun əmsalıdır. Üçüncü həddin binomial əmsalını tap. Bizdən binomial əmsalı soruşur, kombinizon 6-dan 2-yə. Amma desəydi üçüncü həddin əmsalını tapın. 4-ü vuracaqdım kombinizon 6-dan 2-yə. Deməli biz burada 6-dan 2-ni hesablayaq da. 6 faktorial, 6-dan 2 çıxdım, 4 faktorial, vur 2 faktorial. 6 faktoriyalı yazıram, 4 faktorial vur 5, vur 6. Bu da 4 faktorial, 2 faktoriyalımız da 2'dir. Bunlar x'lar getdi, bu da x'lar getdi. 3, 15. Deməli 188'in cevabı oldu 15. Salda bayaq da var idi. Üçbucaqların sayını soruşur.
1, 2, 3, 4, 5, 5'dür. Bucağın iki təpəsini buradan götürəndə, bir təpəsini buradan götürəndə. Deməli, 5 elementdən 2 elementli az-çoxluq deməkdir. Vur. 2 təpəni buradan götürdümsə, bir təpəni buradan götürək. Bax, bu tutaq ki, bir üçbucaq. Bunda burada da 1, 2, 3, 4, 5, 6'dır. Bu da olacaq kombinizon 6'dan 1'ə. Üstə gəl. İndi bu seçimi dəyişirəm. Bir təpəni buradan götürürəm. 2 təpəni buradan götürəcəm. Belə bir üçbucaq nümunə kimi göstərirəm. Bu da o deməkdir ki, 5'dən 1'ə seçdim. Yəni 5 nöqtədən 1'ini seçdim. Vur. Burada isə 6 nöqtədən 2'sini seçdim. 6'dan 2'yə. Əssalam, bunları özünüz hesablaya bilərsiniz. 190. Cədvəldə fənlər üzrə kitabların sayı verilmişdir. Hər fən üzrə kitabların müxtəlif olduğunu bilərək eyni fənə aid olan yan-yana olmaqla bu uşaqları çaşdırır bu suallar. Amma ben burada bu tip suallarda necə lazımdır izah verirəm. Şərti ilə bütün kitablar rəfə neçə olsunlar. Deməli, fənlər üzrə kitabların hər fən üzrə müxtəlif, görürsən, müxtəlif kitablar. Elə bil Azərbaycan dili 1, Azərbaycan dili 2'də bunlar müxtəlifdir. Bu iki faktorialla düzüləcək. Riyaziyyat 3 dənədir. Riyaziyyat 1, riyaziyyat 2 fərqlidir. Riyaziyyat 3. Bu da 3 faktorialla düzüləcək. Kimya 1, tutaq kimya 2. Bu da 2 faktorial. Coğrafiya bir dənəsi elə 1 faktorial deməkdir. Deməli 2 faktorial vur 3 faktorial. Vur 2 faktorial vur 1 faktorial. Və indi bunların yan-yana olmasına baxaq. Yan-yana deyəndə bunları biz hərəsini 1 götürəcək. Deməli 1, bu da 1, bu da 1, bu da 1. 4 dənə elementdir, fərqli elementdir. Bunlar da öz aralarında 4 faktorialla yer dəyişmə edir. Vuracam həmin sayı. 1 faktorial 1'dir, onu yazmıram. 4 faktorial 24'dür, 2'dir. Bu da 6'dır, bu da 2'dir. 2'ni vuraq 6. Ya da belə yazaq da. Bu 48 elədi. Bu da 12 elədi. 48 vurulsun 12. 10 dana 48 neçə edir? 480 plus. 2 dənə də 48 96. Bunda toplayanda 576 edir də. Sən sonra 190 576 191 8 oğlan 5 qız. Oğlan 8'dir, qız da 5'dir. Olduğu sinifdə yarışda iştirak etmək üçün 3 nəfər seçilir. Bu 3 nəfər seçilir. Tərkibində həm oğlan, həm də qız olmalıdır. Deməli, belədir də. 3 nəfər seçiləcək. Bax, bu 3 nəfər. Tutaq ki, biri Əlidir, biri Həsəndir, biri Güneydir. Yəni, 3 dənə müxtəlif element. Tərkibində həm oğlan deyir, həm də qız deyir. Tutaq ki, 8 elementdən birinin oğlan seçdimsə, birini seçdim də, məsəl üçün, ikisini qız seçəcəm. Bura lap qız adları yazaq. Yəni, bunu heç yazmasam da olar. Yəni, 3 dənə fərqli elementdir. Tutaq ki, A, B, C 3 dənə fərqli elementdir adam adlar. Tutaq ki, 8 elementdən birin, məsəl üçün, oğlan seçdimsə, ikisi nə olacaq? Qız olacaq. Deməli, 5'dən 2 olacaq. Üstə gəl. İndi yerlərin bunun dəyişirəm. Tutaq ki, ikisini oğlan seçdimsə, biri qız olacaq. Yəni, kombinizon 8'dən 2'yə, vur 5'dən 1'ə. Çünki 1, bu da 2, 3 nəfər. 2, bu da 1, 3 nəfər. Buranı özünüz hesablayarsınız. Sonra 9 oğlan. Oğlan 9'dur, qız da 6'dır. Qız da 6'dır. Deməli, buradan nə yazılıb? 3 nəfər yenə, həmin sualdan. 3 nəfər. Tutaq ki, birinci oğlan seçdim, ikisini qız seçdim. 9 oğlandan birini seçdim, 9'dan 1'ə deməkdir. İkisi qızsa 6'dan 2'ə deməkdir, plus. İndi dəyişirəm, ikisini oğlan seçib, birini qız seçirəm. Bir ki, tərkibində həm oğlan olsun, həm də qız olsun. 3 nəfər. Buradan da belə yazacağım. İkisini oğlansa 9'dan 2'ə, bunda olacaq 6'dan 1'ə. Baxın, 1 ilə 2'nin cəmi 3 verməlidir, 2 ilə 1'in cəmi 3 verməlidir. Özünüz yazarsınız da bunu. 193 biliş yarışında bir komandada 10 üzvdən 6'sı iştirak etməlidir. Bu kombinizon 10'dan 6'ya deməkdir. Vur. Seçilən 6 nəfərdən ikisi kapitan və onun köməkçisi. Bu məsələlər permutasiya iləndir. Kapitan köməkçi məsələləri, bəzən sədr müavindir. Bunlar permutasiya
Neçə nəfər seçilib? 6-sı iştirak etməlidir. Seçilən 6 nəfərdən. 6 nəfərdir burada. O yüzden bayaq dedim də kombinizon ondan 6. 6-dan 2 olur. Niyə? Məsəl üçün, tutaq ki 6 nəfər var burada. Məsəl üçün, bu Həsəndir. Bu Əlidir. Belə birbaşa. Məsəl üçün, Həsən, Əli, Günel, məsələn, Kumar, Ramin, məsəl üçün, belə bir ad deyək, Emin. Bu 6 nəfərdir. Tutaq ki, bunlardan ikisini seçirəm. Həsən, bu da Əli. Məsəl üçün, buna kapitan desəm, buna köməkçi deyəcəyim. Köməkçi. İndi yer dəyişirəm. Həsənlə Əlinin yerini dəyişirəm. Bura Əli yazıram, bura Həsən. Bu oldu kapitan, bu oldu köməkçi. Köməkçi. Bu da kapitan. Yəni A, B və BA yerlər dəyişəndə nə olurdu? Nizamlı ad çoxluqlar. Həsənlə, yəni Əlini də AB nəzərdə saxlayın. Vəssalam. Ona görə deyirlər ki, bu məsələlər permutasiya ilə tapılır, kombinizonla yox. Baxın, 10 dənə üzvdən ad çəkmədi. Ad çəkməyəndə kombinizondur. 6-sını seçmək, yəni 10 elementdən 6 elementdə ad çoxluğu yaratmaq. Bu kombinizon ondan 6 oldu. Vuracaqsan, bu 6 nəfərdən də 2 nəfər kapitan köməkçi deyəndə permutasiyadır. 6-dan 2-yə. Düsturları hesablayarsınız, getdi. Yəni yaza bilərsiniz, daha asaddır. 193. 194. Bu da həmin məsələ tipindəndir. Bilik yarışında 9 üzvdən kombinizon 9-dan 5 vur. 5 nəfərdən də seçilən 2 nəfər, ikisi seçilir. Kapitan, onun köməkçi. Eyni şeydir. Permutasiya 5-dən 2-yə hesablayarsınız. Sonra, qutuda müəyyən sayda ağ. Bilmirsən, ağ müəyyən sayda deyəndə n sayda götürürsən. X sayda da götürə bilərsən, fərqi yoxdur. 3 qara. Bu qaradır. 3, 5 sarı. Bu da sarıdır. 5 deyir. Eyni zamanda çıxarılan iki kürəciyin eyni rəngli olması halları sayı 41. İki kürəciyi çıxarılır. Üçü də eyni rəngdir. Məsələn, üçü ya ağ olacaq, ya qara olacaq, ya da sarı olacaq. Kombinizon n sayda, bilinmir də axı, ağ neçə dənədir? N sayda iki kürəciyi çıxarılacaq. Yox. 3 yox, üzr istəyirəm. Eyni zamanda çıxarılan 2 kürəcik. Burada kombinizon n-dən 2-yə plus. Eyni rəngli deyəndə toplama olur. Müxtəlif rəngli deyəndə düzü 2 vurma olur. Bayaq da qeyd elədim. Bu da 3-dən 2-yə, bu da 5-dən 2-yə. Və bərabərdir sayda 41 verir. Kombinizon n-dən 2-yə n faktorial bölünsün n-2 faktorial vurulsun k faktorial. Fərqi nədir? K faktorial, yəni burada yaza bilərəm o. Neçə idi bu? N-dən 2, 2 faktorial. 2 yazıram bura birbaşa ilə. 2 vur. Bu n faktorialda qabağa çəkilir 2 vahid. Ümumiyyətlə siz bunu əzbər bilməlisiniz ki, kombinizon n-dən 2-yə n minus, n vurulsun n-1 bölünsün 2-dir. Permutasiyada isə n vur n-1. N minus 2 faktorial vur n vurulsun. Yerlər dəyişir. Sizə görə yazıram, eyni şeydir də vurulma yeri dəyişəndə hasil dəyişmir. n-1, bu da n. Bunlar x-lar getdi. Burada nə qaldı? 2 qaldı. Burada da n vurulsun n-1 qaldı. Kombinizon 3-dən 2-yə 3 deməkdir. 5-dən 2 neçədir? 5 faktorial bölünsün 5. 3 faktorial, 2 faktorial. Bu 5 faktorialı 3 faktorial vur, 4 vur, 5 yazanda bunlar getdi. 4, 5, 20, 22 böldüm 10. Bərabərdir 41. Buradan da n vurulsun n-1. Bu 3 ilə onu topladım. Neçədir? 13. Bunu düz yazdım. Kombinizon 3-dən 2-yə 3 faktorial bölünsün. 3-dən 2 çıxdım. 1 faktorial, 2 faktorial. Bəli. Bu 3 edir. 41-dən də 13 çıxanda neçə eləyəcək? Burada da 2 var. Bərabərdir. %28 elədi də. Bu da n vurulsun n-1 bərabərdir 56. Bu 8'dir. Bir dənə də azaldığında 7. 8, 7, 56. N'i soruşur bizdən. N'i tapdıq 8. Çünki müəyyən sayda ağ deyildi. Ağı n nəzərdə tutmuşdum. N sayda. Səndən də ağı soruşurdu. Cavab oldu 8, 195'də.
Eyni sualdandır. Məsələni qururam, həllini özü yazarsınız. Müəyyən sayda yaşıl. Yaşıl bilmirsən neyindir? Sarı 4'tür, qırmızı da 6'dır. Eyni zamanda çıxarılan iki kürəciyin eyni rəngli olması, toplama prinsipi. Burada n-dən 2-yə plus, 4-dən 2-yə plus, 6-dan 2-yə bərabərdir 57'dir. Əssalam, buradan n-i tapacaqsınız. Yaşıl soruşur. Sonra qutuda n sayda ağ, ağ n saydadır. M sayda da qara, qara da M saydadır. Sarı 4'tür. Kürəcik var. Eyni anda çıxarılan 3 kürəciyin 3 dənə kürə çıxardacaqsan. Kürəcin üçündə də müxtəlif rəngdə olduğu halların sayı. Müxtəlif deyəndə vurmadır bu. Deməli, n sayda ağdır. Eyni anda çıxarılan 3 kürəciyin üçünün də müxtəlif. Deməli, bir dəfə n-dən 3-ə, yəni ağları tutaq ki, bu 3 dənədir. Yox. 3 kürəcik üçünün də müxtəlif, müxtəlif rəng deyir. Deməli, bunun biri müxtəlif rəng deyəndə tutaq ki, biri ağdır, biri qaradır, qara. Biri də sarıdır. Deməli, bu hərəsindən bir dənə olacaq. N-dən 1-ə vurulsun. Kombinezon M-dən 1-ə müxtəlif dedik. Vurulsun, sarı da 4-dən 1-ə. Bərabərdir 28. Yəni, bunları yazmaq lazımdır. M faktorial, M-1 faktorial vur. 1 faktorial 1'de yazmıram, vur. Burada da M faktorial vurulsun M-1 faktorial. 4'dən 1'ə 4'tür. Bərabərdir 28. Bu 28'i 4'ə böləcəm 7 yazacağım. Bu da 1 bayt qabağa çəkiləndə bu M faktorialla M faktorialı 1 bayt qabağa çəkəndə olur M vurulsun M-1 faktorial. Bunlar ikisi gedir. Bu da olur M-1 faktorial vur M faktorial. Bunlar getdi. Deməli, M vurulsun M bərabərdir 7'yə. Söhbət saydan gedir burada. Natural ədəddir M. M plus N'in soruşur. Deməli, bu naturalsa 1 ilə 7 ola bilər və ya 7 ilə 1 ola bilər. Fərqi yoxdur. Onsuz da 1 ilə 7'ni də toplasam, 7 ilə 1'i də toplasam eyni şeydir. Cavab neçə olur? 897'də. Burada da n sayıdadırsa yaşıl. Kombinezon n-dən. Deməli, anda 3 eyni sualda 3 kürə çıxarılıb, üçündə müxtəlif. Müxtəlif deyəndə biri yaşıl olmalıdır, biri qırmızı olmalıdır, biri də sarı. Bunda n-dən 1'ə vur, m-dən 1'ə vur, 8'dən 1'ə bərabərdir. Neçə verib bu? 40 verib. Bunu da özünüz taparsınız. 199. Deməli, 3 dənə torbadır. Bu birinci torbadır, bu ikinci torbadır, bu da üçüncü torbadır. Ağ, ağ, qara. Hər torbada ağ, qara var. Deməli, ağ budur, qara budur, ağ budur. 6, qara neçədir? 2. Burada ikinci torbada ağla qara ikisi də bərabərdir. Ağ da 8'dir, qara da 8'dir. Burada da ağ, qara yazaq. Ağ 1 dənədir, qara 10 dənədir. 1, bu da 10. Deməli, 3 torbada verilmiş ağ, qara kürəciklərin sayı verilmişdir. Bu torbaların hər birindən eyni zamanda bir kürə çıxarılır. Yəni, birincidən də, ikincidən də, üçüncüdən hər birindən bir kürə çıxarılacaq. Onların üçünün də eyni rəngli olması mümkün halların sayı. Birinci belə baxacaq. Bax, buradan birinci torbadan çıxartdığım ağdır. İkinci torbadan da çıxartdığım ağdır. Üçüncü torbadan da çıxartdığım ağdır. Çünki deyir, üçünün də eyni rəng olması. Deməli, burada 6'dan 3'ə vurulsun. 8'dən 3'ə üstə gəl. Yox, bir dənə də budur. Onların üçünün də eyni rəngli olması. Bu 1'dir. Hərəsindən bir dənə çıxardırız. Deməli,
Onların üçünün də eyni rəngin olması. Bu torbaların hər birindən eyni zamanda bir külə çıxır. Hər birindən bir külə çıxır. Bax, buradan da bir külə çıxır. Buradan da, buradan da. Tutaq ki, bunların hər birini al götürək. Olacaq kombinezon 6-dan 1-ə, vur kombinezon 8-dən 1-ə, vur kombinezon 1-dən 1-ə. Üstə gəl. Hər biri qara da ola bilər də. Çünki iki dənə mümkün hal var. Həm ağ, həm qara. Burada kombinezon 2-dən 1-ə, vur kombinezon 8-dən 1-ə, vur kombinezon 10-dan 1-ə. Bunları özünüz hesablayarsınız. Yəni 6-dan 1-ə 6-dır, 8-dən 1-ə 8-dir, 11-dən də 1-ə idi də. Yox, 1-dən 1-ə idi bu. 1-dən 1-ə idi. Elə bu 1-dir. 2-dən 1-ə 2-dir, 8-dən 1-ə 8, 10-dan 1-ə 10. 48 bu elədir. 2-8-in 2-ni 10-a vuraq 20. Ya da 2-8-in 16 o da 160. Bunları da toplayanda neçə eləyir? 208. 199-cu sual 208. 200. Bu da eyni sualdır. Deməli, burada ağ neçə dənədir? Ağ 7 dənədir. Ağ 7, 7 dənə. Qara 3 dənədir. Torbada verilmiş ağ, qara. Bu birinci torba olsun, bu ikinci olsun, bu da üçüncü. Buradan da neçə verib? Bunu 8 verib, bunu 10 verib. Deməli, ağ 8-dir, qara da 10-dur. Sonra burada 3 verib, burada da 6 verib. Ağ 3'tür, bu da 6'dır. Eyni sualdan da rəqəmlərin yerini dəyişir. Yəni, rəqəmləri müxtəlif başqa cür veriblər. Yenə hər birindən eyni zamanda bir kürə çıxarılır. 3 dənə torbadan hərəsindən bir dənə çıxardanda bunlar birinci halda ağ götürülür. Üçü də ağ götürülür. Kombinezon 7-dən 1-ə vur. Kombinezon 8-dən 1-ə vur. Kombinezon 3-dən 1-ə. Üstə gəlində hamısı, yəni hər üçü qara götürüləcək. Yəni bir dəfə ağ seçdim, bir dəfə də qara seçirəm. 3-dən 1-ə vur. 10-dan 1-ə vur. 6-dan 1-ə. Özünüz hesablayarsınız da. Yəni 7, 8, 3 vurursan, 3, 10, 6 vurursan hesablayırsan. Çevrə üzərində A nöqtəsi daxil olmaqla n+1 sayda müxtəlif nöqtə qeyd edilmişdir. Deməli, n+1 saydasa A daxildirsə, deməli bu bir dənə A-dır. Onda yerində nə qaldı? Çevrənin üzərində, yəni yerdə nə qaldı? N sayda nöqtə qaldı. Çünki biri A-dır. A da daxildir ora. Təpələrindən biri A nöqtəsidir. Üçbucaq. Tutaq ki, bu üçbucaq çəkirəm. 3 dənə təpədir də, birləşdirdim. Bu A-dır. Biri B-dir, biri C-dir də. Tutaq ki, baba burada A-dır, burada B-dir, burada C-dir və s. N sayda nöqtədir. Çünki biri A olandan sonra n+1 sayda verir. Bax, biri A-dırsa qalan çevrənin üzərində N sayda nöqtə var da, indi bilinmir neçə dənədir. Onun biri A-dırsa, yerdə nə qalacaq? B ilə C qalacaq, 2 nöqtə qalacaq. Və çevrənin də üzərində N sayda nöqtə qaldı. Bu da kombinezon n-dən 2-yə. Bu düsturdan tapılır. 28-ə bərabərdir. Kombinezon n-dən 2-yə birbaşa demişdim sizə. N vurulsun, n-1-dir. Bayaq qeyd elədim. Bölü 2. 28. N vurulsun, n-1 bərabərdir 56. Deməli, bu da 8-dir. Bu da 7-dir ki, buranda 56-dir. Bizdən də soruşur ki, A nöqtəsində olan sual sayı 56 olsa, n-i tapın. N neçə oldu? 8. 201-ci sualın cavabı 8. Bu da eyni sualdandır. 36 verib. Yəni bir dənə baxın. Bu n vurulsun n-1. 2-ni 36 vuranda 72 eləyəcək. Çünki bura 2 idi axı. Bu da 36 olur da. Bu da 9-dur da. Bu da 8 olur ki 9 8-ə vuranda. Deməli eyni soruşur. Cavab neçə oldu? 9. 202-də. Diametri AB olan yarım çevrədir. Bax belə bir yarım çevrə çəkək. Diametri AB. Hər yenə də BA yazdım, AB yazdım. Parçada və tərdə eynidir. Məsələlər kombinezonla olur. Çünki AB ilə BA-nın yerini dəyişmək istəyir yoxdur. AB yarım çevrə üzərində ABCD nöqtələri verilib. Deməli B verilib. A ilə B-ni qeyd elədim də. İkisini qeyd elədim. CD. Tutaq ki, C buradadır, D buradadır, Y buradadır. Sonra diametr üzərində MN verir. Fərqi nədir? MN yazdım, NM yazdım. Onun heç fərqi yoxdur. Kombinezon çünki. MN. Nöqtələrində qeyd olunmuşdur. Təpələri bu nöqtələrdə olan neçə müxtəlif üçbucaq çəkmək olar? Üçbucaq tutaq ki, bax 1, 2, 3. Bax 3 təpəni birləşdirdim. Üçbucaq yarandı.
Deməli, burada kombinizonla nöqtələrin sayını əvvəlcə tapıram. Dedik ki, kombinizon, üçbucaq məsələlərin kombinizonu. 1, 2, 3, 4, 5, 6, 7. 7 nöqtə verilib. 7-dən 3-ə üçbucaq. Amma buradan azaltmalıyam. Çünki biz dedik ki, bir düz xətt üzərində biz üçbucaq çəkə bilmərik. Belə idi də. Bu da buradaydı. Məsələn, baxın, AB diametrdir. Bunun üzərində A nöqtəsi var, M nöqtəsi, M, bu da B. Bir düz xəttin üzərində 4 nöqtə var. Mən buradan üçbucaq çəkə bilmərəm. Bayaq məsələlər vardı. Bir düz xəttin üzərində nöqtələr verirdi. Sonra burada da başqa 2 dənə, burada 3 dənə, 5 dənə nöqtələr verirdi. Onda üçbucaq çəkə bilirdik. Amma burada bir düz xəttdir. Bir düz xəttdən biz üçbucaq çəkə bilmərik. Ona görə 4 nöqtədən üçbucaq çəkə bilmirik. Bunda kombinizon 4-dən 3-ü cavabdan çıxırıq. 7-dən 3-ə 7 faktorial, 7-dən 3 çıxdım 4 faktorial, vur 3 faktorial. Çıx 4-dən 3-ə 4 faktorial, 4-dən 3 çıxdım 1 faktorial, vur 3 faktorial. 7 faktorial yazıram, 4 faktorial, vur 5, vur 6, vur 7, bu faktorialdır. Bu da 4 faktorial. Bunlar x'lar getdi, 3 faktorialımız 6'dır. Bunlar x'lar getdi. 5, 7, burada 35 qaldı. Çıx. 1 faktorial 1-də ehtiyac yoxdur. 4 faktorialda 3 faktorial vur 4 yazaram. 3 faktorial da getdi 4. 35-dən də 4 çıxıram, qalır 31. Bəziləri burada çaşır. Yəni bəziləri deyəndə şagirdlər o nəzərdə tutulub. Çoxları çaşır da burada. 7-dən 3 hesablayır və salam. Burada 4 dənə də üçbucağı mən çıxartdım. Yəni bu üçbucaq deyil. Bir düz xəttin üzərində üçbucaq çəkə bilmərik. Növbəti neçədir? 204. Bu sonuncu sualdır. Deməli, ABCD, AB hərflər isə verilib, hərflər verilib, mümkün yerləşmələr aparılır. Mümkün yerləşmələr desə, permutasiyadır. Böyük hərflə başlayıb, böyük hərflə qurtaran. Tutaq ki, bir dənəsini mən ikisini mən göstərəcəm. A, B, C böyüklərdir. Sonra balaca A, B, balaca kiçik C-dir. Bir də D. Çünki 4 dənə böyük hərf var da. Burada deyir ki, böyük hərflə başlayıb, tutaq ki, bax, birinci bu olsun. Böyük hərflə başladı və böyük hərflə başlayıb, böyük hərflə də nə yazıb, qurtarıb. Başlayıb, qurtarıb həmin şey. Böyüklə başlayıb, böyüklə də qurtarıb. Məsələn, biri budur. İkincisi yazam. İndi A ilə D-nin yerini dəyişirəm. D bura keçir. B, C, A, B, C. Burada da A. Virgül də qoyaq. Yəni, bunlar müxtəlif elementlərdir. 1, 3, 7 dənə müxtəlif elementdir. Baxın, bu ortada qalanlar, 1, 2, 3, 4, 5 faktorialla yer dəyişmə eləyəcək. Buraya yazıram 5 faktorial. Məsələn, bu belə cərgələr düzüləcək. Bir neçə dənə də elə bilmirəm. Mən bunlardan ikisini nümunə göstərdim. A ilə D, D ilə A. Yerini dəyişir axı. Biz də demişdik A ilə D. Az çoxluqda tutaq ki. D ilə A. Yerini dəyişəndə bu nə olurdu? Elementin sıra nömrəsi fərqlənirdi. Yer dəyişmə olurdu, permutasiya olurdu. Deməli, bu iki element yer dəyişir. Ona görə permutasiyadır. Ümumiyyətlə, bunlar hamısı yer dəyişir də. Yer dəyişmə edə düzülürlər. 4 dənə böyük hərfdir. A, B, C, D. Bunlar özü 4 faktorialla yer dəyişmə edib düzülə bilər. Məsələn, burada A gəldi, burada D gələcək. Burada B, C. Bir də görsən ki, burada D gəldi. Üzr istəyirəm. Məsələn, burada D gəldi, B gəldi, C, burada A. Ola bilər ki, burada məsəl üçün deyək, B gəldi, burada C gəldi, burada A gəldi, burada D. Yəni, 4 dənə element öz aralarında 4 faktorialla yer dəyişmə edir. Arada da qalan bu 5 dənə olacaqdı həmişə. Bütün cərgələrdə bu 5 dənə ortada. Yəni, eləcə burada B, C, A, B, C həmişə qalmayacaq. Dəyişəcək B, C, A, B. Yəni, bunlar dəyişə-dəyişə bu 5 dənə element öz aralarında, bunlar da əvvəldən axıra düşəndə öz aralarında yer dəyişmə edəcək. Yəni, 4 dənə element öz aralarında 4 faktorialla düzülür. Ortada qalan 5 element 5 faktorialla düzülür. Bir dəqiqə istəyirəm. Burada bu 2 dənə A, B
AD elementləri, DA elementləri burada mən qeyd elədim. Permutasiya ilə onu yazmaq yadımdan çıxdı. Üzrü sayın. Deməli, baxın, bu ortada qalan 5 element. Fərqi yoxdur və ya bu ortada qalan 5 element. 5 faktorialla düzüləcək. Burada A ilə D ilə A yerini dəyişir. 2 element yerini dəyişir. Məsələn, AD, məsələn, DA. Sıra düzülüşü fərqlənir. Bu permutasiya. Məsəl üçün, burada məsəl üçün deyirəm. C gəlsə böyük C. Burada böyük, məsəl üçün, B gəlsə yenə yerini dəyişir. Və ya bu B bura keçsə, C bura keçsə yerini dəyişir. Yəni 4 dənə bu element, yəni böyük elementlər, böyük hərflər permutasiya ilə seçilir. Permutasiyada n sayda elementdən k sayda adçoxluqlar yaratmaq. Bunda 4 dənə elementdən 2 elementli nəyə görə adçoxluqlar göstərirəm? Yəni A burada gələndə D burada gələcək və ya C burada gələndə B burada gələcək. Söhbət bu hərflərdən gedir. Ona görə permutasiya 4 dənə elementdən 2 elementə tapılır. Gətirib bu 5 faktoriala da vururuq. 5 faktorialımız neçə idi? 120 idi. 4 faktorial bölü 2 faktorial. Yox, 4-dən 2 çıxdım, 2 faktorial. Bu da 120-dir. 4 faktorial 24-dür, 2 faktorial da 2-dir. 24-də 2-yə böləndə 6. 120 vur 6. Yox, 12. 24-ü 2-yə böləndə 12 edir. 120-də 12-yə vururuq. 12 12'ye vuranda 144 arkaya da sıfıra 1400 neçə eləyir? 40 eləyir də cavab. Bu da sonuncu sualıdır. Buraya qədər sağ olun.